kanalımıza verdiği dəstək üçün New Yorker brendinə böyük təşəkkürümüzü bildiririk. New Yorker'da son 70% endirim kampanyası. Qaçırmayın uşaqlar. Davay, gelin New Yorker'a tez. Axşamınız xeyir olsun mənim gözəl fanatlarım və fanatkalarım. Sevgi dolu mesajlarınız gəlib çatır. Bəli, nömrələr gəlib çatır. Prosto bitirəmirəm hamıya yazmağa. Mənə də başa düşəsiz. Nəysə, bunu qoysaq qırağa bu günləri çox veterni bir verilişimiz olacaq. Çünki bu yaxınlarda Instagramda görmüsünüz, Cekcanı da Bakıya gətirən adamı bizim qonağımızda bu günləri. Ona görə bu günləri çox güman ki, repdən yox, Cekcanla danışacaq. Emil bəy, xoş gəlmisiniz. Mən heç vaxt belə başlamamışdım. Bugün indi kinoşnuyam da. Siz, sən necə gedək? Sən olar, problem yox. Okey, necəsən Emil? Yaxşı. Siz necəsiz? Şükür. Mən superəm. Düzdür, yaxşı deməzdim, yəni çünki yayı demək olar ki, istirahət eləmədik. Bütün yay boyu işlədik. Proyektlər var idi. Proyektlər var, indi də var. Neçə ildir istirahət eləmirəm onsuz da. Niyə? İmkan yoxdur istirahət eləməyə, həmişə işləyirik. Ambisiyadır yoxsa qazanc? Yox, ambisiyadır, qazanc da deyil, məsuliyyətdir. Məsuliyyətdir. Bəli. Nəyin məsuliyyətidir məsələn? Üzərimə qoyulan yükün məsuliyyəti. Özünüz qoymusunuz yoxsa qıraqdan qoyulan bir yükdür bu? Yox, yəni yük yaxşı mənada yük. Yox, mən başa düşürəm ha. İşdir də, yəni mən bu yola gəlmişəmsə, bunu axıra qədər getməliyəm. Onda bu ambisiyadır da. Yox, ambisiya deyil. Bu, nə bilim, buna məsuliyyət demək olar, vicdan demək olar, nə bilim, punktuallıq demək olar, hər bir şey. Yəni, Məndə misal üçün, hal-hazırda bizdə biraz məsuliyyət də var. Çünki yəni kontraktlarımız var bəzi şirkətlərlə falandan və biz onları verməliyik. Amma mən baxıram ki özümə, yəni biz Vaxo ilə 4 ildir burada nəsə edirik, qıraqda nəsə işlərimiz var və məndə hələ də bu məsuliyyət ambisiyalara bağlıdır ki, mən bunu etməliyəm və nəyisə göstərməliyəm, özümdən sonra nəsə iz qoymalıyam. Bir dənə bu ambisiyadır mənə. Yoxsa belə pul baxımından desə, yəni o qədər pul qazanmırıq buradan ki, deyək ki, pula görə biz bunu edirik. Əvvəl məndə çox güman ambisiyalar var idi. İstəyirdim nəyəsə nail olum, nə bilim, əgər başlamışamsa sona çatdırım. Yəni ambisiya təkcə bu dediklərimlə bağlı da deyildi, elə şeylər var idi ki, mən başa düşürdüm ki, əgər bu yola girmişəmsə, nəyəsə görə girmişəm, yəni, hansısa bir məqsədlərim var idi və onlara çatmaq istəyirdim. Məqsədlərə çatandan sonra sən başa düşürsən ki, bundan o yana artıq yəni, eləmək istədiyin bir şey yoxdur. Nə eləyirsənsə, ya bunu keçmişdə əldə etdiyin təcrübəyə əsaslanıb eləyirsən və keçmişdə yaşadığın emosiyalara əsaslanıb eləyirsən, amma indi yeni nəsə səndə bir belə deyim, əmələ gəlmələr yoxdur. Sən hesab edirsən ki, sən məqsədlərə çatmısan. Bəli, mən istədiyim hər bir şey eləmişəm. Yəni başqa bir məqsədlərə yox, başqa məqsədlər var, amma yəni o mənim indiki sizin məni tanıdığınız bir obrazda yox, peşənin sahibi kimi yoxdur. Yəni başqa sahələrdə yəni yeni məqsədlər var, yeni nailiyyətlər əldə eləmək istəyirəm. Amma rejissorluq fəaliyyəti ilə bağlı soruşursunuzsa, bəli, orada istədiklərim demək olar ki, hamısını eləmişəm və bir növü xoşbəxtəm açıq ki, bir çox adamın arzusudur ki, istədiyi hər bir şey çəksin, hər bir filmi çəksin, hər bir proyekti çəksin. Yox, demirəm ki, mənim çəkdiklərim daha belə dəhşət, amma istədiklərim buydu, bunu eləmişəm. Məndə misal üçün bir dənə şey var, Azərbaycanda bir dənə raperi var, adı Ent-dir, onun bir dənə sətri var, deyir ki, kişinin qarnı dolur, amma yenə də azdır. Nəsə belə bir sətri var, o azdır əsas söhbət. Yəni, nəfsinə yiyə dura bilmirsən də. Məndə nəfsi, mən ambisiyanı yiyə dura bilmirəm. Misal üçün, nəysə eləyirik biz Vaxo ilə, Vaxo da mənim kimidir. Yəni, prosta bizdə misal üçün, biz komanda işləyirik və komanda işində hamı
bir nöqtəyə vurmalıdır da. Biraz mən tərəfdən mənim başqa işim var deyə tam olaraq ayıra bilmirəm özümü bu işə. Ona görə də yəni hardasa tarmazit eləyirik. Niyə görə? Çünki məsəl üçün başqa şeylər də var. Məsəl üçün biz Kənəni elədik. Biz deyirik ki, biz belə bir proyekt elədik. Ölkə hamısını götürmürəm, amma sırf Azrepi götürsək, hansı ki sferamız tam olaraq oradır. Yəni Azrepdə biz elədiyimiz heç kim eləməyib indiyənə kimi. Və çox güman ki, elə bəlkə də bir 20-30 ildən bəlkə kimsə bunu elədi. Amma yenə bizə azdır. Yəni biz yenə nəyisə problem edirik. Başqa proyektlərimiz var, sadəcə bizim vaxtımız yoxdur həmin proyektlərə və o proyektlərə vaxt çatmır deyə gecələr əziyyət çəkirəm də. Yəni otururam, fikirləşirəm ki, mən necə edeyim ki, yəni bunlara nail olum. Ona görə mən yaxşı mənada sizə paxıllıq edirəm ki, siz hansı bir məqsədiniz var, siz ona çatdınız ki, okey, mən bunu eləmişəm, mən xoşbəxtəm, daha şu şey deyil. Ona görə biz fərqliyik də. Yəni hər bir insan fərqli, individualdır. Məndə indi belə alındı. Sizə də o hissləri yaşamağı arzulayıram. Amma sizə deyim, siz mənə dəvət edəndə tutub fikirləşdim. Fikirləşmə yoxlaşdı. Baxdım sizin kanala. Getdim əvvələ. Başa düşürəm ki, siz neçə ildir dalbadal, yəni mütəmadi olaraq proyektlər buraxırsınız. Yəni bunu başlı-başına buraxmırsınız ki, bir dəfə elədik, bir 2 həftə eləməyi, sonra yenə qonaq olar eləyirik. Yox. Görürəm ki, yəni işləyirsiniz. Adətən bizə podkastlar necə olub açılır, bir müddət sonra bağlanır. Heç kimə maraqlı gəlmir. Yəni maraqlı gəlmir yoxdursa o işlə məşğul olan adamlar hansısa bir yəqin ki ya nə bilim maddi maraq güdürdülər, ya özlərini göstərmək üçün eləyirdilər. Elədilər, biraz elədi, sonra gördük ki, boş şeydir. İdeya yoxdur onlarda. Hə, ideya yoxdur və bizim ideyamız bu podkastı biz ideya olaraq açdıq. Yəni biz o podkastı elə belə açmadıq ki, mən varam, bax o var, gəl nəsə eləyək, belə deyildi. Bizim ideyamız vardı, biz ona görə açdıq. Amma sən dediyin o podkastların 90% onlar sadəcə gördülər ki, podkastlar biraz moddadır, gəl biz də eləyək və baxırsan ki, insanın peşəsi falan, yəni podkasta uyğun ümumiyyətlə deyil. Biz də vaxt oynayırıq, aparıcı deyilik. Aparıcı ümumiyyətlə başqa bir əməli, başqa sənətdir və aparıcı mən bəzən hansı tədbirlərdə qonaq olanda orada aparıcıları görəndə yəni deyirəm ki, wow, qoqaş, sən nə edirsən də, yəni aparıcı budur. Biz aparıcı deyilik. Speaker deyirlər buna indi YouTube-da belə deyirlər onlara. Biz speakerik, yəni oturub öz fikirlərimizi deyirik. Sadəcə kimyamız tutdu deyə alınır da. Yaxşı, pis də alınmır. Tix kimi idi. Eyni bürcü bəlkə də ona görə. Nə bürcü? Qız bürcü. Oo, dəhşət. Mən ev qızıyam. Mən də biraz. Sən ev qızı deyirsən, yanına danışma. Qız bürcü yaxşı bürcüdür, söz yox. Yəni qız bürcü, mənim qız bürcü ilə bağlı belə bir şeyim var ki, mən onlarla öz komandamda işləmirəm. Niyə? İşləyəmirəm də onlarla. Onlar çünki yəqin çox küsəyin olur. Küsəyin olmurlar, əksinə ən yaxşı bürc, ən məsuliyyətli, işinə yəni zövqü olan, işinə məsuliyyətlə yanaşan, yəni nə etmək istədiyini bilən, işi möhtəşəm görən ikinci adam mən tanımıram. Həqiqətən ikinci bürc tanımıram daha doğrusu. Və mənim özümü götürəndə, mənim bürcümdə mən dolçayam, məndə hər şey spontan əmələ gəlir, nə istəsə bir giz-giz fikirlər hərdən bir gəlir. Bəzən başa düşmürsən bunları niyə elədin. Yəni belə də biraz havalıyıq belə deyək. Amma yox, qız bürcü əladır söz. Ona görə işləyəm mən də onlarla. Yəni qız bürcü olan yerdə məncə başqa şəhriyara ehtiyac yoxdur. Qız bürcü də oradan çox yaxşı biz mən onlarla işləyəmirəm. Və biri oturub orada bizim otaqda. Mən özüm fikir verirəm belə. Hə, həqiqətən bəlkə də. İndi mən bürclərə inan. Biz niyə bürclərə danışdıq? Belə şey deyil. Siz onu zarafata salırsınız. Mən zarafata salmışam. Yox, hara fırlatsaq, bu elədir də. Fakt bu belədir. Yəni mən əvvəl inanmırdım. Mən əvvəl inanmırdım. Nəm deyirdim, məşi boş şeydir, bürc nədir? Getdikcə başa düşürsən ki, doğrudan da elə belə deyil. Yəni o boyda düz deyək bunu psevdo elm adlandırır. Necə istəyirsə adlandıraq fərq eləmir. Amma həqiqətən də bu fakt işləyir. Mən artıq onları girəndə başa düşürəm ki, danışanı bir iki dəfədən sonra başa düşürəm ki, bunlar qız bürcüdür. Sizə demirəm niyə sizi fikirləşmirdim, çünki siz məni işləməyə gəlməmisiniz. Amma işə gələn adam, nə bilim kim olur olsun, yəni bilirəm ki, mən bu adamla işləyəcəmsə bu proyektdə və bu mənə tabe olacaqsa, rəhbərlik o ki, qoy mənim üstündə qız bürcü rəhbər olsun, əladır. Niyə? Çünki o adam nə istədiyini dəqiq bilir, o adam yaxşı idarəçilik qabiliyyətləri var, məsuliyyəti var və s. bayaq sadaladığım hər bir şey var o insanda və işimiz yaxşı gedəcək. Amma mənə tabe olmağı yox qəti. O adamdan baş-başa gələnmir. Qız bürcü tabeçilik üçün doğulmayıb da zaten. Ola bilər. Amma ən yaxşı işçilər onlardır. Bütün işi ən yaxşı görən onlardır. Mənim işim həmişə yaxşı gedib, şumal gedib, əla gedib. Bizim də işimiz bəlkə də bu qız bürcünə görə yaxşı gedir. Çox güman gələr. Həqiqətən də elə. İkisi də qız bürcü. Toy da vaxt 16 gündə eləmişəm. Nə? Yəni toyum da vaxt 16 gündədir də. Acığa.
Yox belə alındı. Məncə acaydı. Çünki Padarka veriydi o da. Sən də mən padarka verməlisən. birdən bir Azrep demişəm, bəs mən başa baxmışam bütün şeyə, düz pərdədən, körpüdən, əqrəb mövsümünə, düz tilova qədər gəlmişəm, tilovda dayanmışam deyir. Hər şeyini pikdə buraxmaq lazımdır. Çünki mənim üçün əqrəb mövsümü birinci pik idi. Doğrudan bomba. Körpüdə falan şeylər var idi, treklər hansı ki dəyirmandan, yəni old school reperlərdən də. Niyə görə bəs bu yeni nəslə şans vermir cavabı ki, yəni yeni bir şey çəkirdiniz? Yox, söhbət yeni nəsildən getmir. Söhbət bəlkə yeni nəslin nümayəndələrində çox gözəl yəqin kompozisiyalar var, replər var və s. Sadəcə mənim bir böyüdüyüm bir mühit var idi də. Yəni mən 90-lar, ən çox 2000-lər o vaxt daha çox qulaq asırdım da, musiqiyə vaxtım çox idi. Nə bilim bəlkə hansısa bir assosiasiyalarım var idi. Yəni o dövrdə kim idi ən aktual? Hüseyn Dərya idi. Dəyirman idi. Yəni bu insanlar var idi də bizim həyatımızda. Başqa demək olar ki, repdə heç kim yox idi də. Repimiz də o qədər inkişaf eləməmişdi də, gəl açıq etiraf edək. Amma Kaspiski Gruz sizin dostunuz idi. Kaspiski Gruz mənim dostum deyildi. Kaspiski Gruzla mən təsadüfən tanış oldum. O da necə tanış olduq? Gecə oturmuşam evdə, götürüb mənə zəng eləyib ki, özü belə birbaşa harda nömrəni götürüb Anar zəng vurur biz. Anar zəng vurur. Ancaq anar zəng vurur. Qardaş kinoya baxmışam, zordur, əladır. Biz səninlə dost olmalıyıq. Mən deyirəm, yaxşı dost olaq da. Dost adı ilə gəldi. Klip çəkdirdi. Klip çəkdirmədi. Yox, bizim heç bir işimiz olmayıb, heç bir işimiz olmayıb. Bir dəfə Azreplə tanış elədi. Yox, tanış eləmədi, yox. Bakıya gəldi bir dəfə. Gəldi, mən o xlapışqam var idi, pərdən xlapışqası. Onu da götürdü, getdi, belə deyim. Başqa heç nə, bizim yəni belə bir deyim ki, hansı iş birliyimiz olub, yox. Bir də belə zəng elədi, tanışlıq verdi. Dedi, gəl dost olaq. Bilmədim, biz dost ola bilirik, yoxsa çox güman ki, yox. Mikrorayonun soundtracki Nigeri bir də o tipli şey yaraşmazdı heç bir. O yaraşardı. Niyə yaraşmasın? Sadəcə mənim fikrimdə yox idi da. İndi bəlkə gələcəkdə oldu. İndi mən negativ bir münasibətim yoxdur ki, indiki müasir rapə. Hətta məsəl üçün əqrəb mövsümündə idi o soundtrack şeyin. İsfar Sarabski. Hətta görsən orada pikdir də. O pik trackdir. O pik çoxdan ki trackdir ümumiyyətlə və Eurovision-a getməli idi o track. Axırda getmədi. Niyəsə görə bilmirəm. Skeleton yazdılar, getdilər. Mənə çatmadı niyə görə. Bu köhnə track istifadə edilir. Orada da görsən köhnə track artıq olan bir track istifadə. Provereno materialdan istifadə edilir. Rüfət Həsənov var idi. O məsləhət gördüm. Biz yığmışdıq serialı, göstərdi, ona baxdı. Dedi ki, sizə belə bir şapka yığmaq üçün bir mahnı var, onu göstərim. Mən də açıq məlumatım yox idi. Eşitməmişdim, heç demək olar. Bəlkə də eşitmişdim yəni belə. Şimdi göstərdi, qoşduq, yığdıq altına. Balaca bir şapka baxdıq, görürük ki, yaxşı alınır. Dedik o qalsın. Bir də Emil, bilmirəm sənə bu sualı kimsə verməyib, amma mən bildiyim qədər sən əvvəllər polis əməkdaşı olmusan. İndi bu mövzu haqqında biraz danışmaq istəyirəm. Necə oldu ki, polis əməkdaşından rejissorluğa keçdin? 2003-cü ildən orqana qəbul oldum, düzdür. O vaxt elə mən tələbə olduğum vaxtında belə boş vaxtımın hamısını keçirirdim kinoteatrlarda Moskvada. Kinoteatr Vitez var idi, biz ora gedirdik tez-tez. Sən Moskvada böyümüsən? Moskvada oxumuşam. Oxumusan. Universiteti Moskvada bitirmişəm. Moskovski Universitet MVD Rusiya. Orada oxuduğumuz, təhsil aldığımız dövrdə mən məsələn kimsə gəzməyə gedirdi, parka, kimsə ora gedirdi, kafelərə, restoranlara gedəndə mən də gedirdim, heç söz yox, amma vaxtımın bir çoxunu sərf edirdim kinoteatrlara. İndiyə qədər məndə biletlər qalıb. Yəni çox vaxtımı kinoteatra keçirirdim, filmlərə baxırdım. Ondan da qabaq mən hələ universitetə getməmişdən qabaq hələ mən bizim bir qaraj var idi. O vaxt hamıda qaraj var idi. Yığışırdılar, reperlər qarajda yığışırdılar, rockerlər yığışırdılar. Bizdə bir Seryoga var idi, onun da bir qarajı var idi. Qaraj kulturası var idi. Qaraj kulturası var idi. Əlbəttə özdəki orada həmişə yəni adam var idi. Dolu idi həmişə o qaraj. Yəni o qaraj mənim məsələn o vaxt balaca olduğum vaxt arzum idi ki, mən o qaraja geyim düşüm. Sergey bizi buraxmırdı, biz balacaydıq, bizi qovurdular oradan ki, siz gedin, biz burada Nirvana'ya qulaq asırdılar, nə bilim. Yəni belə mənim də bir qarajım var idi. Mən də özümə gördüm ki, mən hər qarajlardan qovurlar. Atamın qarajı var idi. Mən o qarajı götürdüm. Oranı elədim. Divan qoyduq, stol qoyduq belə. Başladım orada filmlər çəkməyə. Nəmi götürürdük, Banditski Peterburqda filmlərindən oğururduk. Hansısa bir səhnəni çəkirdik, güyəni biz kino çəkirdik. Yəni ondan sonra getdim tələbəliyə və 5 il kinoteatrlarda keçdi demək olar. Boş vaxt hamısı kinoteatrlardaydı. Ondan sonra gələndən sonra
Başa düşdüm ki, bunsuz yaşamaq olmur. Nəsə eləmək lazımdır. Bəs niyə görə sən bu kinonu sevirdin? Niyə görə instituta girəndə kino şuranslığa girmədin, incəsənətə girmədin? Yaxşı ki də girmədim. Niyə? Vallahi. Çünki incəsənətə bax, görürəm də mən heç kim xətrinə dəymək istəmirəm, amma başa düşürəm ki, Çərçivə var. yox, çərçivədə o heç, o başqa bir tərəfidir. Görürsən reklam başladı. O başqa bir tərəfidir. Çərçivə. O da var. Çəkən mən deyiləm, deyiləm. Nəyi? Elə bir fəlakəti sən çəkməmisən. Yox, mən çəkmişəm. Yaxşı ki də çəkmişəm. İndi onu danışacağam. Hər şeyi danışıram. Narahat olma. Yox, bax, deyirsiniz ki, incəsənət niyə? Yaxşı ki də incəsənəti bitirməmişəm. Heç kimin də xətrinə dəyməsin. Demirəm hamısı belədir. No, əksəriyyəti belədir. Yəni incəsənəti bitirən adam biraz təfəkkürü başqa olur. Elə bir əskəriyə getməmiş kimi adamdır da, başa düşdünüz? Yəni əskəriyə gedib gələn adam, yəni buna mən əminəm ki, ya öz, yəni praktikamdan çıxış edib deyirəm, elə belə demirəm. O bir başqa insandır artıq. O bilir, məsələn, bu ən vacib şeydə, bizim işdə ən vacib şey məsuliyyətdir. Bizim sahədə olan insanların əksəriyyəti, yenə də demirəm hamısı, amma əksəriyyəti o məsuliyyəti dərk eləmir. Və o, biz yaradıcı insanıq, bir saat, nə bilim, mən yatıram, mən saat 1-də duracağam, nə bilim, belə, ay qardaş, yəni mən gələm özümü damdan atmağa, nə bilim, mənə qız atıb, mənim nəsə də, görürsən ki, bunlar hamısı elə bir infantildir, hamısı yox, yenə də, bax, sonra deyir, hamısı yox. Əksəriyyəti infantildir, əksəriyyəti məsuliyyəti hiss eləmir, işi başlayıb son yarıda da ata bilərlər, səni yarıda qoyub gedə bilərlər, onlar götürdüyü bu məsuliyyəti dərk eləmirlər, əksəriyyəti belədir. Hə, yəni mən bunu yemirəm, mən orada oturmuram, bura çirkdir, belə. Amma mənim təhsil aldığım ocaq, demirəm, amma mən orada əlaçı idim və yaxud hamıdan yaxşı idim. Yox, amma bizi o qədər ki orada, yəni bu elə belə universitet deyildi. Bu universitet deyildi, adı universitet idi. Əslində bir akademiyadır. Akademiya kimi bir şeydi. Bəli, orada kazarması da var idi, nə bilim, platsı var idi. Biz səhər-səhər dururduq, nə bilim, marşravat edirdik. Bizim müəllimlər bizə keçmirdilər, demirdilər ki, sən əşi, yaxşı oğlanım, buna bir 3 yazım yox. İstedadım var. Məni o qədər mən şey idim ki, mən ora gələndə öyrəşmişdim də, indi bizdə hər şey başqa cür idi də biz balaca olanda. Mən bir şey deyim ki, təsəvvürün ki, mən məktəbdə oxuyanda gəlib direktorla danışırdıq. Direktor indi hansısa xətir hörmətə görə deyirdi, yaxşı buna 3 dənə zaddan yaz, heç olmasa növbəti ilə keçsin. Mən ora gələndə yeni o təfəkkürlə gəlmişdim ki, nə var burada? Mən atama deyəcəm, atam uzağa zəng gelib müəllimə deyəcək, müəllim mənə bir qiymət yazacaq. Və mən bir dənə bir şey oldu ki, mən gəldim, universitetin ilk 6 ayı semestr vaxtı idi. Fənlər elə bir ki, keçdi, hamısından imtahan verdim, keçdi. Amma idmandan çox, yəni vəziyyət elə idi ki, mən ümumiyyətlə heç nə bilmirdim. Yəni çəkinmək sıfır. Bax belə bu canla nə çəkinmək olar, heç nə bilmirəm, gəldim. Dedi qalx çəkinməyə, dedim qalxmıram. Qalxmırsan, lap yaxşı. 2. Gəldim evə, ata yığ müəllimə dinən. Atam yığdı müəllimdən, bizim kurs rəisi vardı, ondan xahiş elədi. O da xahiş elədi şeydən, müəllimdən ki, bu Quliyevə heç olmasa bir 3 yaz. Müəllim də dəhşət bir qadın idi. 2-ci dəfə gəldik. Perizdakiyatda təzdən yenidən imtahana gəldim. Şey elədik. Deyir, davay turnika. Deyirəm, sizə deməyiblər. Deyiblər, nə olsun? Davay turnika. Deyirəm, mən çəkinə bilməm, nə turnik? 2. Başa düşdüm ki, heç nə keçmir də, burada variant yoxdur. O gəldi, mən arvad tutdu belə boğazından ki, deyir, Quliyev, deyir, səndən görə bir nəfər xahiş eləsin, mən sən 2 də yazmayacağam. İnan Allah ki, bax, bu qorxu, buradan məni bura göndəriblər təhsil almağa, o boyda xərc borc, nə bilmək, yoldur, burada qalıram, oxuyuram. Yəni, ən azından başa düşürəm ki, məni bura göndərən adam atamdır və atam məni öldürəcək ən azından ki, sən getdin, yarıtmadın. Bir ikincisi, özüm də bir eqom var ki, mən necə yəni, mən gəlmişəm bura, mən buradan bu biabırçılıqdan gedə bilmərəm. Bax, inan Allaha ki, o qorxu, insan özü mənim üçün belə bir qəribə bir varlıqdır da, yəni insan hər şeyə qadirdir mənim üçün, insan beyni, insan psixologiyası. Mən başa düşdüm ki, mənə heç kim kömək edəməyəcək. Qayıtdım, gəldim. Şimdi indi bilirəm ki, bir həftəm var. İnan Allah ki, mən bir dəfə də çəkinəm. Nə qədər turing saldım, xeyir olmadı. Çəkinə bilmirdim. İndi şükür Allah yaxşıdır. Amma gəldim ki, indi səhəri gün imtahandır. Mən bilirəm ki, sabah mən əgər çəkinə bilməsəm, məni 100% universitetdən qovacaqlar özə belə bir abırçılıqla. Yatıram, yuxuda görürəm ki, mən çəkinirəm. Yuxuda. Qorxuya bax, yuxuda görürəm, çəkinirəm. Bax, inan Allah ki, həqiqətən də düzün deyirəm. Səhər gəldim, dava deyir turnika.
Qalxdım turnikə sallandım. Necəsə güclə bələylə 4 dəfə çəkindim. Düşdüm. Arvad mənim sənə yazdı. 2+. Aman ver bir də. Tamam vermə, get. Ondan sonra növbəti semestrdə artıq 6-8 də çəkinə bilirdim. Çünki o qorxu, içimdəki o qorxu, o məsuliyyət ki, mən gəlmişəm, mən yarıtmayıb gedəcəm. Yəni kül mənim başıma ki, mən belə bir oğul böyüdüm. Kül mənim başıma ki, mən bu cür dartınmaya görə niyə qovuldum da? dartınmadır. Öl də. Yəni bu balaca bir düzdür, bir hadisədir də belə baxanda, yəni nədir ki, bu adi bir insanın bir qova da bilərdi də məndə. Düzdür, amma yəni bunu mən keçməyimlə növbəti illərdə mən başa düşürdüm ki, mən buraya belə gəlməmişəm. Mən nəyəsə görə gəlmişəm. Bunu sona çatdırmaq lazımdır. Nə olur olsun. Nə olur olsun sona çatdırmaq lazımdır. Demirəm əlaçı idim. Yox, əlaçı söhbəti getmir. Amma bu universiteti bitirdim və gələndə sən başa düşürsən ki, bax sən nəsə əldə elədin. Sən nəyisə əldə eləmək üçün bax o yəni bax indi bu hamısı nəyə görə danışırdım? Ona görə danışırdım ki, universitet mənim təhsil aldığım ocaq bu gün məndə yəni işimi qurmağa, işimi sona çatdırmağa, disiplina yaradır və mən çalışıram öz mənimlə işləyən uşaqlara da onu belə deyim yeridim. Hər inci sənəti bitirən sənətçi deyil ki. Yəni ona görə də bəzi insanlar var ki, baxırsan ki, egoları var, güya mən ya Korolyevada, Tronada, Zatosda. No, baxırsan ki, yəni sənəti yoxdur da, bunun niyə egosu var? Amma o sən dediyin söhbət mən də müşahidə etmişəm. Çünki mənim dostum da aktyordur və onun ətrafını az tanıyıram, bilirəm. Ona görə də deyirəm ki, deyəsən bir yerdə film çəkməlisiniz, səhv etmirəmsə. Hə. İbrahim Çingizlə. Ola bilər, yox. İndi demirəm, yox. Çünki söhbət mütləq o adamdan işləyəcək. Bilirəm ona görə. İşləyəcək. Yəni belə də. Bəs Rüzgar necə? Niyə yine Rüzgar? Necə? Rüzgar? Rüzgar sən filmdə çəkildi. Yox, serial çəkilməyib, yox. Balaca bir oldu. Balaca bir epizod nə? Niyə məs o? Koridorda gördüm. Rüzgar studiyası burdadır. Çəkilmək istəyirsən? Dedi olar. Elə Nə rol idi orada? Çox da şey eləmədim. Nə var? Reperlərə, abıçınlara olan çəkirlərdə. Onu deyirəm, onun adını deməyəcəm mən. Niyə məs bu rolda reper? Onsuz da zaten reperin üstündə bu baskı var da. Başa düşürəm. Elə deyil. Hamısı deyil də elə. Bəs ona görə dedim ki, yenilərə şans vermək lazımdır. Yenə də köhnələrdə qalıb. Əksəriyyəti niyə elədir? Bilmirəm, o siz onlardan soruşmaq lazımdır. Dəyişib də o. Prosta dəyişib də, o qədər ki, dəyişsin də. Yeni onu gözləyirəm ki, yoxlamaq lazımdır. Yeni gələn nəsil ümumiyyətlə deyirlər ki, bu alkoqol satan imperiyaları belə deyək adlandıraq, onu fərq eləmir. Yəni o industriya əməlli başlı biz yan veririk. Çöküb. İçmirlər. İçmirlər. Z pokoleni içmir. Z pokoleni içmirlər. Yox, onlar içmirlər çünki başqa şeyə meyillidirlər də. Daha bilməm nəyə meyillidirlər. Amma içməməkləri bir müsbətdir də. Yox, da başqa səbəb. Məncə prosta məsələn Tusovkalı da dəyişib. Əvvəllər Tusovkada bizim vaxtında, sənin öz vaxtında, məsələn sən gedirdin ki, şumla bir dənə musiqiyə qulaq asırsan ki, atrovatsiya da dan. İndi gəlsən hamısı light up edəsə, afrobeat deyirlər, nə deyirlər, onlar çıxıb. Məndə yoxdur. Məndə belə bir keçmişim yoxdur ki, mən klublarda olum, nə bilim, hansı tusovkalarda olum, yox, olmayıb məndə. Vaxtım da olmayıb ona açığı. Heç də təəssüf hissi də keçirmirəm. Bax, indi məsəl üçün Bulud gedir də bizim düz evin yanında. Bulud şeydə gelmir. Bədə Çəri şəhərindən üzbəüz. Hələ də oradadır Bulud. Hə. Bulud orada gedir, evdə oturmaq da olmur onun səsindən də. Amma məni çox dartmayıb ora. Nəinki oraya, belə bir məclislər, səs-küylü yerlər, bu çəkməyib də. Yoxdur da məndə o içimdə gedim ora vaxtım. İntrovertsən? Yox, introvert deyiləm əksinə. Mən prosta başa düşürəm ki, o adamın aurasını dağıdır. Niyə görə? Nə bilim. İstirahət edirsən. Ya nədən istirahət edirsən? Hansı o diskomfort yaradır axı o musiqi. Yox, o musiqinin səsi, o musiqinin gurruğu, o mənə elə gəlir ki, mənim içindəki yavaş-yavaş bu atomlar dağıla gedəcək. Sən hansı musiqiyə qulaq assan misal üçün? Özün misal, playlistin nədir məsələn? Deyim, əvvəl o Buludda gedən bütün mahnılar mənim playlistim idi. Nə desəm var idi də məndə. Kontakt müzikdə hələ də qalıb. Qalıb yəqin, kontaktım yoxdur deyə tapa bilmirəm. İndi bilməm orada nə qalıb-qalmıyor. Amma indi başa düşmüşəm ki, yəni ola bilər indi necə belə səslənir, amma həqiqətən də klassik musiqiyə üstünlük verir. Hə, Beethoven falan da. Bəli, o mənə elə gəlir ki, insanın mənəvi qida mənbəyidir.
Yox, o əlbəttə ki, o mən də xoşlayıram klassik musiqi. Mən sevdiyim bəstəkarı məsəl üçün Chopin-dir. Mən məsəl üçün başım ağrıyanda belə dərman içmirəm, Chopin-ə qulaq asıram və sakitləşirəm. Söhbət o söhbət. Amma yəni görsən hərdən bir əylənməlisən axı. Yox. Yox, o demirəm sən, nə məsələn mən özümü deyirəm. Mən Baxır nə üçün də? Son 2 il ərzində mən cəmi bir dəfə deyəsən olmuşam Tusovkada, amma mənim meylim çəkir, sadəcə vaxtım yoxdur. Çünki məsəl üçün bir dənə vıxadnoyum var mənim. O bir vıxadnoya da gəlirəm və fikirləşirəm ki, Allah gedim, bizdə Fomonun yanında qalıram da. Gedim Fomoya getmirəm, Allah yox, gedim sopranoya baxım təzədən 65-ci dəfə. Görürsən? Yəni bu uje yaşla əlaqəlidir. Amma məsələn yaşla əlaqəlidir, düzdür. Amma mən həmişə bax o ki məndə ki bu düşüncə tərzi ki dəyişdi ki mən ora getmirəm və özümü bədbəxt hiss eləmirəm. Məni ora dartmır. Ayda kaş gedərdim, yoxdur da indi. Tam səmimi qəlbdən istəmirəm. Mənə xoşdur bu gün məsələn evdə olmaq, ailə ilə olmaq və s. Yəni bu mənə tam can rahatlıq verirdi. Amma əvvəl mən elə bilirdim ki, ayda kaş ki vaxtım olardı, gedərdim ora. Əvvəl elə fikirləşirdim. İndi vaxt gəlib keçib düzdür, yaşamışıq. 40 yaşım var, düzdür. Başa düşürəm ki, heç də yaxşı ki də alınmayıb. Həqiqətən yaxşı ki alınmayıb. Mən o Tusovkalarda onlara getsəydim, bəlkə də başqa bir insan formalaşmışdı. Mən bir səcədə mən Tusovkalara niyə görə getmirdim? Gedirdim. Zaten mən Tusovkalara tez-tez gedirdim. Əsasən subay vaxtı gedirdim tez-tez. Amma mən musiqi zövqümə çoxlu deyək çox təkəbbürlü səslənir. Amma musiqi zövqümə o qədər güvənirəm ki, orada bir balaca nəsə o deyilsə, mən orada əsəbləşirəm. Əsəbləşirəm ki, bu nədir? O boyda adam gəlib, bu nədir sən orada çalırsan? Yəni onu qoymaqdansa prosta fit çalardın daha yaxşı idi. Ona görə mən çox Tusovkanı buraxırdım. Bu sonra oja getdilər, bu rave erası başladı, indi nə bilim, sonra breakbeat erası başladı, sonra təzədən yavaş-yavaş bu techno, afro, mafro və hərdən bir gəlirsən, chill edirsən və özünə xoş gəlir belə, istəyirsən ki, bunu eləyəsən də. Yəni məndə var, mən musiqini çox sevirəm, plus mən rəqqas olmuşam. Mən rəqs eləməyi çox sevirəm. Professional da bundan məşğul olmuşam. Ona görə də bəlkə içimdə bu misal üçün o dilləri, məsələn, mən Gürcüstanda olanda bir dənə oradan Ləzginka səsi gəlir, girirəm ortaya oynayıram. Yəni məndən asılı deyil, istəyirəm də. Yəni kimsə məsələn breakbeat qoşanda mən istəyirəm bir dənə break dansı da oynayım da. Bu mənasında mən xoşlayıram oynamağı, oxumağı, oynamağı, ümumiyyətlə musiqini xoşlayıram. Amma sən dedin o qida falan söhbətdə, orada qida da stres atmaqdır o. Bilmirəm, hər bir cürətdə stres. Evdə də məsələn naushnik taxdın ya da məsəl üçün məndə proqressiv var, qoşuram orada, nə bilim, köhnə Illmatic, Nas'ın Illmatic albomunu qoşuram, özüm üçün qulaq asıram belə, lo-fi gedir özü üçün belə. Amma hə, bütün gün Chopinə qulaq assan ya da Beethovenə qulaq assan. Yox, mən çox az vaxt, yəni musiqiyə əgər qulaq asıramsa, özümü məcbur edirəm, amma mən deməm, mən ləzzət eləyib bütün yotum Chopinə qulaq asım, kimi gəzim. Məcbur eləyirsən? Hə, məcbur edirəm, bəzi hallarda məcbur edirəm. Sonradan görürsən ki, hərdən özü dalğaya düşür, gedir. Amma başqa musiqi, alternativ musiqi qulaq asmaq istəmirəm. Yəni başa düşürəm ki, o məni dağıdır. Sən stres atmaq. Stres atmaq istəyirsən, getmə o kluba, get ayaqqabı soyun, naskivi də çıxart, get dur torpaqda. Gör necə stres atırsan. Ay yox. Niyə yox da? Bizi çəkçəm alması. Çəkçəm alması deyil. Yox. O fərqli stressdir. Sən bir dənə yoxla da. O günəşli də mən torpaqda dayansam daha çox stres gələr. Bilməm niyə danışmır. Çünki mənə Danışmır. Notlar gedir burada belə. Əmin siz danışaq, dəyişək dalğanı. Yox, bomba kimi deməyək, bomba kimi deyil. Mən qulaq asmağı da arada sevirəm. Mənə yazırlar ki, zayıb eləyirsən. Yox, mən məsəl üçün məndə passivni istirahət alınmır. Mən hətta ömrümdə bir dəfə Türkiyəyə getmişəm, o passiv istirahət var. Ateli bron eləyirsən 7 günlük, ancaq belə uzanırsa alınmadı məndə. Çətin. Mən 3 gün, mən elə bir dostlar mənə belə deyir ki, biz ateli niyə pul verdik? Mən də bir dəfə getmişəm. 3 dənə şəhərə getdik oradan biz. Mən də bir dəfə getdim passiv istirahətə. Gəldiyim gün mənim bütün keyfimi korladılar. 10 ildə bir dəfə gedəsən istirahətə, vaxtın ola gedəsən istirahətə. Həm vaxt, həm imkanın. Bir müddət imkan yox idi getməyə, həqiqətən maddi imkan yox idi. Kəşki sonra gedərəm. O üçün nəsə bir gün getdim. Gəldiyim gün dedim, hə bu növbəti 10 gün istirahət edəcəm. Hardan istirahət edeyim? SMS gəldi. Zəng gəldi ki, çəkdiyin film pisdir. Belə səbəblərə görə. Bu pərdədən qabaq idi. Yox, pərdədən nə bu sonra. Pərdədən qabaq kim mənə deyə bilər ki, pərdə mənim öz işlərimdir. Hansı senzuradan keçmədi film? Keçmədi, yox.
İndi düzdür, indi olur da ilk montajda film pis olur. Ola bilər. Hə, tam hiss eləməmişəm, yığmışam, vermişəm. Ola bilər. Amma mənə düz istirahət günü dedilər. Məsələn, rejissora kim deyə bilər ki, film pisdir? Prodüser. Sifariş, prodüser əlbəttə deyə bilər. Hansı film idi? Ya indi fərq etməz. Çıxmayıbsa ya. Yox, çıxıb getdi, o normal bir də aldıq çıxdı. Ya söhbət yox. İndi olur da indi adam nasıl pis bir dəfə olub. Yəni onu nəyə görə danışıb belə də sən deyirsən istirahət. Bir dəfə deyirəm pasiv istirahətə getmək istədim, o da alınmadı. Yox, mən Son günü stres, fikir, həyəcan içində keçirdim ki, görəm mən bunu necə eləyəcəm ki, telefon söndürmək lazımdır. kaş söndürərdim, söndürməmişdim bax. Söndürməmişdim. Aviasales az. Bütün aviabiletler bir yerde. Bizim təzə tərəfdaşımız var, aviasales.az. Çox sağ olun ki, bizlənsiz və onlara xas olan bir rubrikamız var. Çox maraqlıdır ki, həmin rubrika hip-hopla bağlıdır və birinci qonaq hansı ki, bu rubrikada iştirak edəcək Migoliyevdir. Belə də olmalı idi də. Ki, rubrikanın adı hip-hop coğrafiyasıdır. Yeni reperlərdə ancaq aviasiyasla uçur, onu da deyim biləsiniz. Köhnələr kimi. Köhnələr də. Mən sizə suallar verəcəm. Suallar normaldır, yəni belə Əslində köməkəcəm mən. Geçdi, sən köynəsə bilirsən. Mən bir də sual da yazmışdım. The bridge is overtaken. Yəni hansı coğrafi mənsubiyyəti haradır? The bridge is overtaken tanıyan var. Hip-hopdan ümumiyyətlə anlayışım yoxdur. Amma Ne dinləyirsiniz. biliyorsun altı yox. İndi altı Murad'ın bax. Heç nə bilmirəm o. Okay. Davay görək. Birinci sual. Hip-hop harada yarandı? New York, Los Angeles, Atlanta yoxsa Toronto? Çox sağ ol. Bilmirəm. Prosta nauqat deyim görüm. Hip-hop yarana bilər New York. Sonra nə Atlanta? Atlanta, Los Angeles, Toronto. Cavab düz gözünüzün Los Angeles. qabağında. Yox. Onda New Cavab York. gözünüzün qabağındaydı. New York. Olsun New York. Gözün qabağınızdaydı New York. Hə də məntiq var. Düzdür, mən baxmam. Ona görə onu yazdım. Okay. Sonra ikinci sual. Okaber harada doğulub? Bakı, Marneoli, Sumqayıt, Orexova, Zuyeva. Orexova, Zuyevanı tanıyırsınız. Rusiyada oxuyur. Əgər məntiqlə getsək, niyəsə Orexova, Zuyeva əmələ gəlsə, onda olsun ora. Sən Okaber. Okaber şimdi əslən yox, Marneoli. Marneoli doğulub. George Rap. Amma belə o kaberi tanıyırsınız. Tanıyıram. Buna məncə cavab verərsiniz də. Üçüncü sual. Dedim mən cavab verəməyəcəm. Kanye West və Jay-Z'nin Watch the Throne adlı ortaq albomun əsas hitin adını tamamla. Niggas in Bali, Niggas in Bakı, Niggas in Mali, Niggas in Paris. Bilmirəm ha. İngilis dilində yoxsa? Nə ingilis dilində, nə də ki bu dediyi adamları Kanye ümumiyyətlə. West'ın Jay-Z'ini tanımırsan? Kanye West tanıyıram, Jay-Z'ni tanıyıram. Просто ki Ну это очень большой хит я был, понимаю, но да. это не Для меня. не для меня. Я сам да. бились, Это не а? мой мир вообще. Ну мне не Bir de интересно это варианттар все. da- Если честно, я не хочу никого обидеть, но Niggas in Bali, Niggas in Bakı, Niggas in Mali, Niggas in Paris. olsun Niggas in Mali, наверное. Не знаю. Niggas in Paris. Dördüncü sual. Bu уже biraz kino ilə Heç bağlıdır. birisini cavab verməm. Yox, kino ilə bağlı. Kino ilə bağlı. Elə belə burada da Rapers kinolara baxmamısınız. cavab verməyə bilər. Yox, bu kino 100% baxıb. Hansı kino? İndi deyəcəm. Eminemin prodüser və aktyor kimi iştirak etdiyi 8-ci Mil filmi hansı şəhər haqqındadır? New York, Detroit, Philadelphia, Sumqayıt. Пусть будет Детройт. Düzdür. Cavab düzdür. Его уже нет, да, по-моему, этого города. Он разрушается. Memphis. Он разрушается. gedir də. Məhv gedir. Baxıram Detroitin məndə təsadüfən bir dənə TikTok səhifə var. Hər dəfə, hər 5 ildən bir eyni yerləri çəkir, göstərir, görmüsən? Siz həmin filmdə də o problem haqqında danışırdılar. Deyirlər ki, Detroitdə niyə görə ən çox belə də iznasilovaniyalar, nə bilim, qatillər zət niyə görə çox var? Çünki şəhər dağılır və dağlıq yerlər çoxdur və o yerlərə heç kəs baxmır deyə. Və orada insanı rahat öldürə bilirlər və heç kəs tapmayacaq o insanı. Yandıracaqlar, hepsi qurtardı getdi. Asaf da gəlir Detroit eləyir. Məncə mənim yerimə başqa adam olsaydı o cavab verərdi bəlkə bu. Yox, məncə reperlərimiz səni bunlar. Ya, reperlər bilirək onlar. Yox, bunlar daha çətin suallar yazardı. Onu daha çətin Mən açıqca bilmirəm ki, mən niyə bu verilişə dəvət almışam. Mənim replə heç bir əlaqəm yoxdur. Biz repdən danışdıq ki, Yox, danışmadıq. Sizin axı podkast sırf
rap aləmi ilə bağlı. Rüzgara bir şey. çəkdiniz də filmdə. Pərdəni götürdünüz də. Bəs eləyir. Trigger oydu da, deməli. Yaxşı olsun belə. Və axırıncı Özümüzə bir sual. təsəlli verək. Axırıncı sual. Trap musiqisinin paytaxtı hansıdır? Yəni başlayalım ki, trap musiqisi çox Bilirəm də Rüzgarın elədiyi. Hə, Sanki ondan eşitmişəm, amma heç bilmirdim çox trap nədir. qryazlı musiqi və Bilmirəm, adam şəhərlər təəssüflənsin, yoxsa otardan sevinsin ki, az reper Rüzgarla başladınız. Vallahi mən bilmirdim trap nədir. Gündə o qədər istiqamətlər çıxır ki, bilmirsən nəyə xidmət edir, nəyə qulluq edir. Bir dənə orada nəsə maliş nəsə kick dəyişir, adını dəyişir, qoyurlar. Trap yəni. Hə, sual qutar. Sual qutarım belə. Trap musiqisinin paytaxtı hansıdır? Trap çox qryazlı musiqi, çirkin musiqidir. Prosta şəhərlərə baxır bəlkə də məntiqlə. Dallas, Boston, Las Vegas, Atlanta. Burada əslində cavab var və cavab filmlə bağlıdır. Eyni adlı bir serial var. Childish Gambino çəkib bu serialı. Həm prodüser, həm aktyor kimi. Yox, Atlanta serialı. Mütləq bax. Yəni bilmirəm rejissor nə qədər məsləhət verə bilər, amma məncə Hansı məsləhət mütləq. görməyəndə ki, mən heç baxmayacağam. Niyə? Nə bilim. Atlantaya baxmaq. Mən son vaxtda kinoya baxmıram. Son vaxtlar ümumiyyətlə öz çəkdiklərimə də baxa bilmirəm. öz çəkdiyinə baxmaq hə, belə bir şey Yəni var. hətta adətən öz çəkdiklərimə baxmalıyam da ki, görüm baxa bilmirəm də. Nəsə kinoya qarşı biraz belə. Bəs nəyə baxırsan? Anime. Nə izləyirsən məsələn YouTube-da, filmdə, nə bilim. Məncə Koreyaya baxıram. Nə izlədiyimi deməyəcəm, amma kinoya dəqiq baxmıram. O mən də demirəm. Nəsə getdi də bilmirəm nə oldu, nə baş verdi amma kinoya qaldı. Yo. Mən də soruşanda Ya o məndə ümumiyyətlə şey yoxdur. Yəni Bizdə 2 nəsəlli qonaq idi Emin. Hə. Və o məni şoka salmışdı çünki mən bunu bilmirdim. Fəlakət filmini çəkmişdin sən. fəlakət də çəkmişəm, bir xalan sirri də çəkmişəm, yaxşı ki də çəkmişəm. Niyə? Çünki o bir çəkdiklərim heç biri bir manatlı gətirmirdi. Sırf ancaq buna görə Kimə çəkmişsən. mən çəkdiyim kinolar heç kimə lazım deyildi belə. Niyə amma əslində Çox balaca bir kütləyə. Qardaş, cəmaata bu lazım deyil də. Cəmaata əqrəb lazımdır, cəmaata bozbaş lazımdır, cəmaata xoxan lazımdır. Mənim filmlərim onlara lazım deyildi. o vaxtı Yəni indi də çox az kütlə baxırdı. Okey, yəni dramdır, nə bilim, sosial dramdır. Bəlkə kimlərinsə görmək istədiyi mövzulardır və s. amma tamaşaçı baxmırdı. Bəs Əqrəb niyə mövsümü baxıldı axı. Yox, bəs az Əqrəb olsaydı mövsümünə qədər deyirəm də, yəni baxılmırdı da. Mən onu çəkməmişdim. körpü də baxılmadı. Əziz çənəçilər və çənənin qonaqları, Content TV kanalına abunə olmağı unutmayın. Yox, onlar seriallardır. Onlar gəldi 2020-ci ildən sonra. Pandemiya Hətta başladı, ondan biz da başladıq serial serial çəkməyə. çəkməyə. Ondan qabaq mən çəkdiyim filmlər idi və o filmlər baxılmırdı. Heç kim idi baxmırdı. də, yəni iki yaxşı idi da. Nə olsun, baxılmırdı onsuz da. O memlər oldu, meyvəyə dəyməm oldu. Olsun, fakt mən bir istehsalçı kimi Pul qazanmadı. heç nə qazanmadım. Əksinə özümü də və mənə etibar edib o filmə yatırım edən insanları da belə ziyana saldım da. Amma sonra Öz adıma görə, öz marağımı belə deyim. Öz adım inkişaf elədi, məni tanıdılar, məni ilk nəsəni çağırdı, mənə kommersiya işi verdi ilk dəfə. Orada da baş-başa gəldik, çünki işimiz alınmadı. Neçənci il idi o? Hə? Neçənci il idi o? Fəlakət filmi. 2018 idi deyəsən. İşimiz alınmadı. Amma mən çıxmadı heç o filmdə. o çıxdı. Sonradan çıxdı. Ha, Bir o da müddət çıxdı, o çıxmadı. birisi də Aslında səhnə çıxmadı deyir. Yo, ilk dəfə mən çəkdiyim şey idi. Bir xalanın sirri idi. Hə, yox çıxmışdı heç. Necə çəkirdin onu? Mən Vallahi belə də mən gəldim. Mən başa düşürdüm ki, yeganə işdir ki, mən burada qazana biləcəm. Çünki mənə kimsə pul verir ki, gəl bunu işlə. Sağ olsun İlkin məni çağırdı. Mənə etibar elədi, gəldi. Mən burası başa düşmürdüm ki, mən nə çəkirəm. Başa düşürdüm, nə çəkirəm. Yox, başa düşürdüm. Çəkə-çəkə başa düşürdüm ki, orada mən artığam. Həqiqətən artıq onların işlədiyi layihələrdə ümumiyyətlə mənə elə gəlir ki, rejissor artıqdır. Niyə? Çünki onlar özləri bilirlər, nə edirlər. Onlar özlərinin ssenaristi var idi. O onları başa düşürdü, onlar onu başa düşürdü. Mən orada bir piyata koleso belə deyək də, Çilegi. Mən orada belə bir funksiya daşıyırdım. Başa düşürdüm ki, mən eləyirəm nəsə, çalışıram səhnələri birləşdirim, eləyim, hansısa bir vahid bir fikri sona çatdırım. Amma başa düşürdüm ki, bunlar mənsiz də bunu bacararlar. Getdikcə, düz o vaxtı mənim ambisiyalarım var idi. Mən dedim, yox, mən hamıdan ağıllıyam, mən eləyəcəm, belə olacaq. İlkindən bir müddət, nə bilim, incidim də. Amma sonradan başa düşdüm ki, yaxşı ki, belə oldu. Böyük bir mənim üçün bir dərs idi, belə deyim.
Nə mənada dərs? Anlamadım. Mən çoxlu nəticələr çıxartdım o işdən. Başa düşdüm ki, yəni hər şey mənim ətrafımda fırlanmır da. Ha, o heç də. O mənada. O heç. İlkindən bir müddət incili idim. Niyəsə, o da yəqin ki, cavanlıq səhvi kimi bir şey idi. Sonra başa düşdüm və indi o təcrübə mənə xoş gəlir. İnciliklə nə bağlı idi? Maksimalizmlə? Yox, maksimalizm deyildi. Yox, indi fikirlərimiz üstə düşmürdü. Mən bir şey istəyirdim, mən başqa istəyirdim. Adı olsun onun Bədbəy. Ay, mən də onu deyirəm də, yəni. Mənim adım deyildi, o adı başqa adam fikirləşmiş, amma o daha uyğun gəlirdi. Mən montajı başqa cür gördüm, mən oradakı mahnıları başqa cür görürdüm. Mən istəyirdim ki, belə olsun, elə olsun. Bunlar dedilər ki, yox, sən elədiyin pərdədir. Burada işləməyəcək. Eləmə. Bəs səncə Azərbaycan xalqı niyə bu filmləri izləyir? Hardan yarandı? O yox da pisdir. Yox, niyə pisdir? Niyə pisdir? Nə pisdir? Nə pisdir? Это плохо, да, Эмиль. Нет, почему плохо? Ничего. Я не считаю, что это плохо. Я тоже когда-то считал, что это плохо. Но я сейчас понимаю, что это неплохо. Почему? Потому что это своего рода belə bir şeydir də o. Yəni sən deyə bilmərsən ki, bizim bu boyda kütlə hamısı belə deyək zövqsüzdür və onların baxdığı və vaxt ayırdığı Bozbaşın proyektləri bərbaddır və yaxud da onlar insanlar, yəni biz elə bir növü hamını birdən təhqir eləmiş oluruq. Bu karikaturadır axı. Nə olsun? Ən çətin janrda işləyirlər onlar. Niyə, nəyin çətinliyi? Это называется бурлесковая комедия. Это очень сложный жанр. Çox çətin janrdır o. Çox çətin janrdır o. Var idi də bir dəqiqə. Bozbaş pisdir, okey. Mən nə üstə böyümüşəm. Elə siz də eyni yaşıdıq da. Neçə yaşınız var? 93-əm də, 93. İndi okey, bəlkə də o məhəllə deyil. Mask Show-ya baxırdıq. Zəhlim gedirdi Mask Show. Ay qardaş, mən ölürdüm Mask Show. Zəhlim gedirdi Mask Show. Niyə? Mask Show legendadır, legenda. Mən Mask Show baxanda mənim içimdə fobiya yaranırdı. Ay qardaş, sən bir janrı təhqir edirsən. Bax bir janr, mən onu deyirəm ki, rap heç nədir? Mənim üçün rap pis nədir? Rapə qulaq asan da mənim üçün pis adamdır. Mən bunları saymıram. Sən Mask Show-da... Bu da janrda, musiqinin bir janrı deyil, rap. Mən də başlayıram onu təhqir eləmək. Yox, mən təhqir eləmirəm. Gəl mənim üçün rap heç nədir? Eyni şeydə siz eləyirsiniz ki, Bozbaş çəkdiyi pisdir. Niyə? O bir janrdır. O unikal janrdır və ən çətin janrlardan biridir. Tragikomediya da çətindir, burleska komediya da çətindir. Belə deyim də bizim dildə Lorde. Duxum var o janrı düzgün apar axıra qədər. O öz çərçivəsində çox gözəl də eləyirdi və qazanırdılar da, baxırdılar da, minlərlə, 100 minlərlə insan gəlib o kinoteatra baxırdı. O heç. Və gedib baxırdılar. Bu gün də mənim qabağıma çıxanda baxıram. Elmətdinə də baxıram, Fərdəyə də baxıram. Elmətdin nəyi pisdir? Elmətdin də deyir, o başqa bir janr komediyadır, qardaş. Başqa. Gəlin belə deyim də, biz nə qədər də Üzeyri söysək də, mən əminəm ki, əksəriyyəti Üzeyrə qulaq asır da və sadəcə svetofor çatanda pəncərəyə bağlı ki, o qıraqdakılar eşitməsin, biabır olmayaq. Amma hamımızın qanında, damarında o Üzeyrin oxuduğu o notlar var. Bilmirəm Üzeyir nə edir, necə edir, amma o milləti hiss eləyir də. Necə olur ki, Üzeyrin mahnılarını 300 milyona yaxın baxışı var da bu dəqiqə. Yəni demək olar ki, onun dilini başa düşməyən adamlar var xaricdə, Özbəkistan, Qazaxstan, Türkiyədə belə qulaq asırlar. Dili bilmirlər də, qulaq asırlar amma o mahnılarını. Yəni demək istəyirsən ki, o adamlar, yəni heç nədir. Yəni Üzeyrin oxuduğu mahnılar boş mahnılar yox. O bilir də, o tutub da o. Üzeyrin janrı ümumiyyətlə Azərbaycana xas bir janr deyil. Üzeyrin janrı Özbəkistanda daha çox populyardır. O oradan biraz mənimsiliyib şey. Yad gəlmir. Qulaq asmırsan Üzeyirə? Yox, mən qulaq asmıram. Heç vaxt qulaq asmıram. Heç vaxt. İnanmıram. Heç vaxt. İnanmıram. Maksimum bir səncə qulaq asmışam. Əminəm ki, hamı Üzeyirə qulaq asır da. Yox, mən marşrutkada qulaq asmışam. Tutur da adamı da. Qardaş qoşulunu tutur adamı. 6-cı sinifdə oxuyanda marşrutla gedəndə orada qulaq asırdım. Mən məcbur. Məcbur yox. Yox, belə yox. Qoşulanda istərsən sən başa düşsən ki, burada nəsə not var. Düzdür, sən bəlkə də özündə başlasan ki, yox, buna hamı pis deyir. Qoyma ona qulaq asmayır. Amma fakt içimizdə var. Mən hamı ki nə deyir demirəm də. Mən həmişə hamıya, yəni məndən aslında özüm belə proaktiv getmişəm. Mən demirəm ki, mən Üzeyrin fanatıyam. Mən Üzeyri heç amma qoşulanda mən başa düşürəm ki, bu mənə xoş gəlir. Mən meyxana bəyənirəm. Mən meyxananı dəhşət bəyənirəm. Mən də bəyənirəm. Meyxananı da bəyənirəm. Repin də elə rep var ki, mənim xoşuma gəlir. Elə nə bilim bir çox mahnılar var ki, xoş gəlirdi. Mən sən o vaxtda qulaq asırdım. Hüseyn Dəriyə qulaq asırdım. Hamı Hüseyn Dəriyə pis deyirdi. Bunlar qırışırdılar oyla. Düzdür? Dəyirman qrupu. Mən Dəyirmandan da dostluq edirəm. Amma Hüseyn Dəriyanı heç vaxt görməmişəm də, yəni mənə nəsib olmayıb. Amma onun oxuduğu mahnılar da bizi tuturdu axı.
tuturdu. Səbəb Bir dəriyə buz keçməkdə balaca bir risk əmələ gəldi. Mən janr haqqında danışmıram axı Emil. Rapin içinə əmələ gəldi, bir janr Əlbəttə yaratdı. gəldi. Janr yaratmadı, janr deyilib pod janr kimi Meyxana bir şey. yəni sintez elədi və partlatdı. Partlatdı. O başqa məsələdir. Mən məsəl üçün meyxana. Yəni sən deyirsən ki, sən bir dənə janrı təhqir edirsən. Yox, mən ümumiyyətlə təhqir eləmirəm. Yox, biz fakt axı deyəndə ki, bozbaş pisdir. Biz o janrı təhqir eləmiş oluruq axı. Bozbaşın zarafatları, yəni stolda olunan zarafatlardır da. Problem budur. Okay, Bu o kino sonra deyil o axı. çoxluq olanda, yəni onlar başa düşürlər ki, bütün mövzularda eləyiblər. Çəkiblər, həm çeynəyib, bütün mövzuları çeynəyiblər, düzdür? İndi düzdür, onlara mövzu kasadlığı yarana bilər deyirlər keçdikcə və yarandı da, nəticəsində də yandılar. Okay. Onların başladığı dövrdə hamı baxırdı da fakt bu filmlərə. Baxırdılar. Mr. Bean-i bəyənirsən? Bəyənirsən? Hə. Niyə? Görsən sən Mən bəyənmirəm. Sən deyirsən ki, mən janrı təhqir edirəm, amma janrı təhqir eləmirəm. Bax, son ki mən bəyənmirəm. Bax, mən janrı təhqir Amma eləmirəm. bilirəm ki, o da bir janrdır, o bir çərçivədə işləyir. Mr. Bean-i mən bəyənirəm. Niyə o İngilis yumruda sənə necə çatmır axı? Mənə fakt o gülməli gəlmir axı onu eləsə. Mənə gülməlidir o da. Bax görsən, okey, indi təsəvvür et ki, mən oturub deyirəm ki, Mr. Bean elədikləri pisdir, nə bilim, məsələn, görməli insanı mən təhqir eləmiş olurum. Niyə təhqir edirsən? Mənim zövqüm yoxsa o deməkdir ki, mən xiyaram da. Yox, mən dırnaqçı təhqir deyirəm, mən birbaşa yox. Yəni Mən də onu dırnaqçı təhqir bu tənqiddir. Tənqid istəyirəm. Vso, bundan qabaq dediyim təhqirlər sıfırdan tənqid. Hamısı montajda hamısı tənqid edir. Yox, okey, tənqid. Hə, yəni o belə. Ona görə, yəni nədən biz başlamışdıq, yaddan çıxdı. Bozbaş. Hə, fəlakət niyə? Mən başda o İlkin nədir? İlkin də şoka saldı ki, Emin çəkib bunu. Hə, ilkin gəldi. Mən yaxşı da çəkdim. Yox, yaxşı yerdən çəkdin, pul qazandın, sevindindən gedin. Başda mən o mənə dedi ki, ilkin çəkib. Düzdür, mən baxmamışam, heç nə deyə bilmərəm o haqqında. Amma belə nareskalara sonra girdim YouTube-da baxdım, həmin o filmin bəzi nareskalara baxdım ki, yəni sənin orada poçerkin yox idi də, yəni dəstək xəttin yox idi. Orada yox idi. Yəni ki, mən çəkilişdə nə çəkə bildimsə çəkdim, montajda nə yığa bildimsə yığdım. Sonradan onlar götürüb özləri montaj elədilər və özləri rənglədilər, özləri musiqini seçdilər. Mənim ora müdaxiləm az idi və o yəqin ki, ona görə mən incimişdim o vaxt. Mən də onu deyirəm, sən fikirləşdin məni niyə çağırmısınız da? Hə, ayso vaxt keçəndən sonra başa düşdüm ki, mən onu eləsəydim, onu ümumiyyətlə işim baxmayacaqdı. Mən onu onsuz da pis çəkmişdim. Yəni Emin Abdullayevlə müqayisədə mən onu pis çəkdim. Niyə Emin Abdullayev olan dalğasını bilirdi, o onu başa düşürdü və onu qəşəng çəkirdi. İlkin mənə çağırdı. Okay, mən səhv başa düşdüm. Mən başqa yerə aparmaq istəyirdim filmi. Yaxşı ki, ilkin məni axırda düzəltdi. Sən bəyənirsən? Hansını? Bozbaş Pictures kinolarını. Az baxmışam, yalan deyirəm. Biri şeydir, Kristina Begaydı, yadımdadır. O birisilər yadımdadır. Yəni məsəl üçün Rusiyada bir dənə rejissor var, adı Şamirovdur. O da bu yaxınlarda, bu yaxınlarda ki 5 il söhbətidir də. O Kaxa nədir orada film var idi. Kaxa bir dənə personaj var. O непосредственно Kaxa. Hə. Yəni Şamirovun elə bomba filmləri var, nə bilim, sosial, nə bilim, bəzi komediyalar var, hansı maraqlı komediyalardır falan. Amma gəlib yenə Kaxan çəkdi və səninki situasiyana bir biraz oxşardır. Sən də məsəl üçün elə bir bizdə tək-tük rejissorlardansan ki, seçilirsən də və sənin məsəl üçün hətta Azərbaycan kinosunu tənqid edən insanlar varsa, yəni hər dəfə məsəl üçün Emil Quliyev də tənqid edir, amma Emil Quliyev tənqid edir, burada bu Emil Quliyevin səviyyəsindən aşağıdır. Sənin ucarsız bir səviyyən var. Eynisə Rusiyada Şamirovdur və Şamirov непосредственно Kaxan çəkdi. Sırf Şamirov çəkdi deyə getdim, baxdım, heç nə dəyişmədi. Yəni nəyə çağırmış Şamirovu? Yəni necə Kaxa telefonla çəkirdi onu, bloger kimi kino çəkdi, eynisində elədi şey. Şamirovla bir yerdə. Ona görə mənim təcrübə gəldi ki, yəni fəlakəti Emil Quliyev çəkirsə, burada Emil Quliyev bir dəstək xətti olmalı idi də məsələn də. Amma mən onu düz nareskalarda baxmışam. Kinoya baxmamışam, nareskalarda baxmışam, amma görürəm. Amma sən özün deyirsən ki, mən orada qarışmırdım. Yox, qarışırdım. Eləməyə çalışırdım çəkiliş vaxtı. Montajda o kimi dəyişdi, o heç nəsə. Amma mənim görürsüz ki, belə bir təcrübəm var. Digər rejissorlardan fərqli olaraq mənim janrdan kənara çıxıb başqa bir şey çəkib belə bir təcrübə qazanmışam. Rejissorlar demişkən Azərbaycan hal-hazırda müasir filmin kinosunda götürsək, top 5 rejissor Azərbaycanda? Hə. Birinci Azərbaycandan başlayaq da, sonra keçərik xaricə. Top 5 rejissor? Yox, var. Çoxdur deyən seçirsiniz, yoxsa yazıza salmışsınız? Var, yaxşı rejissorlar var. İndi Vaqif Mustafayev pis deyil. Yaxşı da, düzdür. Top deyirəm, həqiqətən də rejissordur. Onun çəkdiyi bir çox filmlər. Biz sıralama eləmirik də, sən prosta televiziya müdiri kimi deyəm mənim, amma rejissor kimi əladır. Yaxşı rejissor. Həqiqətən də yaxşıdır. Yes. Yaxşı olsun bir Vaqif Mustafayev. İkinci müasirlərdən danışırıq da, hə? Əlbəttə. Müasirlərdən. Köhnələrdən olsun. Rüfət Həsənov.
Tanıyırsınız Rüfət Həsənovu? Yox, mən tanımıram. Yalan Rüfət deyirəm. Həsənov, Ruh Həsənov deyirlər də. Yox, tanımıram. Hansısa kino çəkib bizdə? Yox, çəkməyib, bura. Çəkib. Hansı kinoda? Prosta bəlkə kinodan tanıdıq. Hə, kinodan bəlkə tanıya bildik. Yoxdur belə söhbət filmi çəkib. Hə, tanıyıram. Yoxdur, belə söhbət Həsənə xətt gedir. Daxildəki ada çəkib. baxmamışam. Yəni Rüfət yaxşı rejissor. Zordur. Sonra Baxmısan yox. Bax, Əmrov. Hə, Elvin var adı gözəl. Elvin Onu olsun. tanıyıram. O hansı kino tanıyıram, çəkib? onu tanıyıram. Bizim söhbətdə ən prime. Biləsi var çəkib. Tanıyıram. Yox, pas. O belə biraz underground rejissor. Hilal Baydarov var. Yaxşı rejissordur. Var ondansa bir Onu belə Instagramda görmüşəm. məşhur O kinosu. biraz poetik filmlər çəkir, düzdür. O deməzdim ki, hamı oturub onu baxır, yox. Amma o öz janrında çox möhtəşəm mənə elə işlər görür. Dünyada özü də azdır belə. Hansı film məsələn? Rejissorlar. Məsləhət görün gedək baxaq. Filmlərin adını yada sala bilməyəcəm. Baxmışam. Nə idi onun adı? Filmlər həqiqətən də baxsaz görəcəksiniz ki, bu fərqli janr, tam fərqli bir janrdır. Demək olar ki, bir çox hallarda danışıq da yoxdur filmlərində, poetik filmdir. Adları deyə bilməyəcəm, amma baxmışam işlərinə və mənim janrım deyil, mənim də marağımda da olan filmlər deyil. Ona görə adlarını bilmirəm, amma yaxşıdır. Həqiqətən də öz sahəsində əladır. Həm 4 oldu, 5-ci kim olsun, bilmirəm bax. Yadımdan çıxır, Öz filmlərini bəyənirsən? Öz filmlərimi. Məsələn, qıraqdan baxırsan, Emil Quliyev film çəkirsən, də oturub izləyirsən. Yəni abstragirovat eləyə bilirsən ümumiyyətlə? Yox. Anlamır da, yəni yenə subyektiv olursan. Subyektiv olmuram. Bəzən mən filmlər deməzdim, seriallar da deməzdim, səhnələr var ki, həqiqətən xoşuma gəlir. Bilirəm niyə çəkmişəm və qayıdıb dəyişmək istədiyim səhnələr də var. Səhnələr var. Amma tam deyim ki, bütün işlər tam film əvvəldən sonuna qədər yox. Bəs aktyor seçmək çətindir. Çətindir. Biz yaxşı Çətindir aktyorlar da deyəndə niyə çətin- davam eləmir? Yaxşı aktyorlar da davam eləmir. Məsəl üçün mən üçün Nədə davam eləmir? yəni Daniş seriallarda da məsəl üçün Mənim seriallarımda. kinolarda da məsəl üçün Pərdə 2-də də məncə ən yaxşı moment mənə görə Hikmətin momenti idi. Əqrəb mövsümündə də yəni ki o qlavnur amma ikinci Əqrəb mövsümündə olmadı. Daniş Nə qədər olur? Eyni aktyorlar hər o filmdə birisi çəkir. amma Normal eyni da aktyorlar var axı. Yəni o birisilər qaldı. Məsələn Azər Aydəmir qaldı. Faktı o pərdədən tutmuş, düz axıra qədər gəldi. Yox, indi səbəblər müxtəlifdir də, O yəni. heç yəni o şəxsiyə görə demə, başlayıram. Yox, şəxsi demirəm ki, mən şəxsi ödəmirəm. Səbəb olur da, hər bir şey ola bilər. İnsanın vaxtı olmaya bilər, nə bilim bizim ona imkanımız çatmaya bilər. Nə bilim ümumiyyətlə əgər bu o rola oturursa, yox, əgər rola ümumiyyətlə uyğun gəlmirsə, mən o adamı necə çəkim? Hikmət də özü indi filmləri çəkir. Hikmət özü də filmlər çəkir. Hə? Hikmətin filmlərini bəyənirsiniz? Son Çikatilo obrazını. Mən O Vaqif Mustafayevdə də idi, Çikatilo obrazı. Yox, Yox. axırıncı çıxan. Hə, özünkü vardı. Düz mən burada dəliyəm nəsə bir şey. bəyənirsiz, yəni ki, mən biraz məncə etik olmaz, mən nəsə bir Niyə etik olmaz? Siz prosta da deyirsiniz də, yəni şəxsi fikirdir də. 5-ci rejissor qalıbdı çünki də ona görə. yaxşı, yəni məqamları var. Yəni mən bir niyyət fikir bildirəmirəm. Hikmətin çəkdiyi filmlər elə bir dövrümə düşdü ki, mən ümumiyyətlə heç nəyə baxmadığım dövrlərə. Okay. Hə, ona görə mən indi obyektiv qiymət verə bilmirəm. Bəs aktyor, rejissor ikisi bir şeydə düzgündür səndə. Həm aktyor çətindir. Deməzdim düzgün deyil o bilmirəm. O bir çox adam var ki, elə işləyir, amma çətindir. Yəni sən həm oyna, həm özünə qiymət ver, çətindir. Bu bir çətin yoldur. Hikmət o yolu gedir. Mən ona ancaq uğurlar arzu edə bilərəm, amma çətindir. Həqiqətən mən eləyə bilməzdim. Heç vaxt özə salmam, sən aktyor kimi. Yox. Mən olub ki, hə bir də aktyor gəlməyib, məcbur özümü çəkmişəm. Hə. Ən bir Tarantino eləyir də, gəlir 3 dənə söz deyir, çıxır gedir də. İndi onda o bacarıq var. Bizimkilərdə də bizdə də belə praktika var, görürük ki, Hikmətdə var, məsələn Kənan Əməm eləyir. Yəni eləyir də fakt, yəni bu adamlar bu çox çətindir, həqiqətən çətindir. Sən özünə qiymət vermək, obyektiv yanaşmaq çətindir. 5-ci rejissor çəkənmədim. 5-ci deyərəm də. Deyəsən. Heç kimin xətrinə dəymək istəmirəm. Açıq bilirəm ki, var, çoxdur, yadıma düşmür. Düşsə deyəcəm. Amma var, çoxdur. Yəni 5-dən də çoxdur deyərəm. Bəs xarici? Xarici top 5 sənin ən sevdiyin rejissor. Ən yaxşı yox, ən sevdiyin. Yəni fərqi yoxdur hansı zamanədən olsun. Top 5 ən sevdiyin. Guy Ritchie olacaq. Yox. Mən deyərdim ki, Coppola mənim xoşuma gəlir. Yaxşı işləri çoxdur. Bunu gözləyirdim, sonra
Frank Darabont xoşuma gəlir. Okey, sonra. Sonra Brian De Palma dəhşət xoşuma gəlir. Sonra 3 tak. Gedək o bir tərəfə də. Andrey Zvyagintsev xoşuma gəlir. Ha, Zvyagintsev. Balabanov xoşuma gəlir. Sonra qurtardı da. Məcid Məcidi xoşuma gəlir. Balabanov. Əskər Fərhadi xoşuma gəlir. Bir dənə film var, İran filmidir. Adı 3-cü Dünya Müharibəsidir. İran filmləri son vaxtda çox popülər oldu. Səbəbi nədir? Dəhşət. Amma bilmirəm, nə bilim. Bu ayrı bir dünya deyim. Ssenarilər o qədər möhtəşəmdir. Nə bilim. Amma büdcələri çox balacadır onlar. Hə. Və çoxları patponiya çəkirlər. Ümumiyyətlə dövlətin xəbəri yoxdur ki, filmlər çəkilir. Büdcə çox vaxt belə bir rol oynamır. Həm bir sənəcə qol nə budım ki, silina. Büdcə aktyorlara pul vermək üçün. Okey də, yəni həmişə göstərici deyir ki, elə vaxt olub ki, mən o pulum olmayanda da çəkmişəm. Yəni biz ideya dalınca gedəndə hər şey başqa cür işləyir. Biz başqa cür olur. Bəlkə də indi məndə bu kinoya qarşı soyuma eləməyə gəlir ki, ona görə olub ki, hər şey puldur. Hər şey puldur. Pulumuz olmayan vaxt, kasıb vaxtda elə qəşəng şeylər fikirləşirik. Çünki industriya yarada bilmirik. Bax, kino industriyada yoxdur. İndustriya yaranır yavaş-yavaş. Çətindir də. Elə bir şeydir ki, o qədər çətindir ki, sən onu yaratmaq üçün, yəni bir adamın və bir qrup adamın marağı kifayət eləmir. Bax, maraq çox olmalıdır. Yəni bunu inkişaf elətdirib qaldırmağa. Əlbəttə və ona görə mən sən desən ki, industriya yaranır, yəni elə olmur. Yaranır, qığılcımlar var da. İndustriyanı insanlar yaradır, amma yəni bunu rejissor, reper, aktyor yaratmamalıdır. İndustriyanı şirkətlər yaradır. Misal üçün, əgər səndə məsələn, sən kinolar çəkmirsən, sən o top rejissorlardan birisən və bizdə industriya var. Sənə gəlir, məsələn, Vaxo həmin o industriya hansı şirkətin, labelin müdürüdür. O sənə gəlir ki, sən mənə ssenari ver. Sən ssenari ver, sən pulu düşünmürsən. Sən bilirsən ki, sən öz qanarını alacaqsan. Aktyorla da Vaxo danışacaq, Svetoviklə da Vaxo danışacaq. Hamının pulunu bəllidir. Və sən sırf o işə diving edirsən. Dive edirsən həmin işə və onunla məşğulsan, pulu fikirləşmirsən. Və sən özün dedin ki, yəni pul gəlib, o maraq yoxdur. Əvvələn misal üçün biz yəni əldə olan şeylərlə çəkirdik bir-birimizlə, dostdur, qardaşdır falan, ideya var falan. O pul gələndə sən o fikirləşirsən ki, bunu görəsən neçəyə gələr, bu görəsən buna neçəyə vereyim, buna neçəyə vereyim. Bu ideya buradan pınk. Mənim bir başqa bədbəxtçiliyim var. Başqa bədbəxtçiliyim də ondadır ki, mən həm rejissor, həm prodüseram. O bayaq dediyi Hikmət həm aktyor, həm rejissor. O çətindir. Mənimki də çətindir. Əlbəttə. Çox çətindir. Sənin o polyot fantaziya olur, o yoxdur da, çərçivəyə salırsan özünü. Uça bilmirsən. 100%. Fikirləşsən ki, bu səhnəni çəkmək üçün mənə bu qədər pul gedəcək, yox ki, bunu belə yox, ki, onu çəkək otaqda. Amma sənə samolyot lazım idi, içində çəkmək istəyirəm. Başa orada səhnə daha yaxşı işləyəcək, nəinki bu otaqda. Məcburam özümü alladıb deyim ki, yox, bu otaq daha yaxşıdır. Fakt elə deyirək. Yəni, bu belə bir şey də var. Hələ gəlib çatmamışıq da o samolyot səviyyəsinə. Sənə də hələ ki, yox. İnşallah çatarıq. Əlixan və Taleh Yüzbəyev. Yəni, onların çəkdiyi seriallar, nə bilim, qısa metrajlı filmlər falan izləmisənmi? İzləmişəm, əlbəttə izləmişəm. Onlar da elə açığı mənə elə gəlir ki, sən onları rejissor kimi qəbul edirsən, hə? Yenə də düzgün deyil də, mən fikir bildirməyim düzgün deyil. Ona görə ki, onlar da həmin o yolu gedirlər. Onlar həm çəkilirlər, həm çəkirlər. Talih çox gözəl ssenarilər yazır. Həqiqətən yaxşı yazır da. Yəni, onun hərdən bir görsən ki, elə bir fikirləri yaranır ki, sana nə qəşəng ideyadır. İndi onun özündən soruşun, görün özü necə münasibəti nədir. Mən biləm ki, o 100% içində fikirləşir ki, mən onu obyektiv qiymət verəmirəm elədiyim işə. Çünki çəkilirəm. Çətindir. Çox çətindir. Ona görə indi mənim ona qiymət verməyim düzgün deyil. Gəlin onu çəkək qırağa, aktyor sırf rejissorluq eləsin, başqa adam çəkilsin, özü çəksin. Onda onu mən o rejissor kimi qiymət verə bilərəm. Sırf ucu çəkib. Bəs səncə niyə görə çəkilir? Özü niyə görə çəkilir? Bilmirəm. Ya o da var da orada. Belə başlamışdı. Yəni onun üzü artıq fakt satılır da, düzdür. Ona görə öz üzünü istifadə edir filmlərin. Əlixan da eyni şey. Məsələn, Əlixanda mənə bir şey çatmadı ki, Əlixan yəni Vine'lardan başladı, sonra bloqa keçdi, sonra o başladı çəkməyə, verilişlər, nəyə verilişlər, kino çəkdi, bir dənə serial çəkdi, Alatava səhv etmirəmsə, Alatava serialı. Və təzədən niyəsə görə yenə Vine'lara qayıtdı.
Yəni son ildə bir dənə populyar olan bir Vine-lar var onlarda. Yəni bir dənə xanımlar çəkir. Onun Vine o şeydə bu kafein demirdi. Bu maraqlıdır da. Bu Əlixanın obrazı ən uğurlu obrazı ona elə Qaqili obrazı. Ən uğurlu obrazı. Əlixan bəsdir başqa obrazlar yaratma. Mən Qaqilinin o 3 dənə kinosu da 2 dənə, bəlkə də bir 20 dəfə baxmışam. Gedib Hindistana gedib baxmısan. Pikdir, Qaqili pikdir bura. Fakt bu adam bunu qəşəng eləyir. Niyə ki başqa şeylə məşğul olsan da? Mən də onu deyirəm də. Bu alınır da səndə. Mən də onu deyirəm ki, yaxşı da alınır. Mənə elə gəlir ki, özdəki yaxşı da çörəyi var orada. Hə, orada feedback bomba kimidir bu. Həm belə mənəvi, həm də maddi mənə elə gəlir. Elədirsə, onda Əlixan başın mən də onu gedirəm. Bəlkə də Əlixan misal üçün mən də əvvəllər videolar çəkirdim, ancaq otururdum evdə bir dənə pitliçka var idi şeylə, nevidimka ilə bağlı idim pitliçkanı, bir dənə telefon qoyurdum, köhnə telefonumu qoyurdum, çəkirdim özümü. Amma sonra mən özümdə hardasa böyümək istədim və bir çənəni yaratdıq. Sonra bir dənə başqa proyektim var mənim. İndi məndən cəmaət o proyekti tələb eləyir məndən. Amma mən həmin o proyekti vermək istəyirəm ha. Amma onu köhnə formatda vermək istəyirəm. Onu yenə professional formatda vermək istəyirəm. Sadəcə vaxt çatdırmıram. Çünki mən onu da eləsəm, gələ mən atomları parçalanım, ölüm gedim, yəni qeyb olum. Yəni o söhbətdir. Əlixan prosta necə buna qayıtdı? Mənə o maraqlıdır da. İndi onun inşallah alınsa, mənə elə gəlir ki, biz birinci adam deyilik ki, bu gün burada o haqqda fikir bildiririk. Yəqin çox adam onu deyib və onun beyninə batıb deyib ki, yəni haqqın yolu odur. Qayıdıram dala. Mən elə gəlir. Pis də alınmıraq. Pis də alınır. Bomba kimdə alınır? Yəni mən onu niyə onu necə olur ki, o onun elədiyi bomba alınır, bozbaşın elədiyi pis? Əziz çənəçilər və çənənin qonaqları, Content TV kanalına abunə olmağı unutmayın. Onda mesaj var. Nə mesaj var? Qaqildə mesaj yoxdur. Hamısında mesaj olmalıdır. Qaqildə mesaj var. Hamısında mesaj olmalıdır. Yumorunda bir mesajı var. Yumorun bir məntiqi olmalıdır axı. Bozbaşın yumorunda məntiq yoxdur. Niyə olmalıdır ki məntiq? Sənə bir balaca emosiya bağışladı, güldün. Yo, mən bozbaşın endorfin qalxdı, bəs elədi də. Bu valla var. Yəni səndə qalxır, minlərlə insanda qalxır. Nədir adamı xoşbəxt eləyiblər? Mən bu maraqlı niyə görə baxırlar? Nə qədər insanı xoşbəxt eləyiblər? Faktı yoxsa yox? Bu hardan gəlib? Hə? Mənə bu maraqlı. Bir dənə burası bizim çəkdiyimiz Bozbaşın çəkdiyi, mən çəkdiyim filmdə bir dənə yer var, orada pianoda Şirin ifa eləyir. Bu yandan da şöşə ona şey yapar, yastıq atır. Mən o səhnəni çəkəndə mən ölürdüm orada. Mən bilmirəm. Mən görürsən ki, nə filmlər çəkirəm, nəyə qulaq asıram, hansı peşə sahibi olmuşam, indi hansı peşə hər bir şey içimdə, bu mənəmdə o, düzdürmü? Mən ona baxanda, mən onu çəkəndə, mənim operatim Dima Suvorov idi. Onun dünya aləm vezinə dedi, Rus idi, o başa düşmürdü onu. Mən orada çəkə bilmirdim onu. O qədər gülməli idi. Yəni o pianino çalırdı kimsə. Pianino çalırdı, onu yastıq atır, deyirsən ki, qapı iti kimi oluyursan. Bax o səhnə, yəni qoy necə istəyirsən fikirləş. Qardaş, mənə fakt gülməli. Mənə o qədər emosiya, xoş emosiya bağışladı ki, o. Mən o qədər gülürdüm. O hələ o qılman var, qılman. Qılman gülməlidir də qardaş. Sənə xoşuna gəlmir, gəlməsin. Sənə də xoşuna gəlmir. Minlərlə insana, bu insanlar minlərlə Azərbaycanlıya xoş emosiyalar bağışlayırlar. İstəyirsiniz bunu qəbul eləyin, istəyirsiniz eləməyin. Və burada biz onları söyə də bilərik, danlaya da bilərik, amma onlar fakt bu emosiyanı bağışlayırlar. Negativ yüklənməyiblər mənə. Yox. Kinoteatrda gələn adamları xoş, belə gülərüz yola salıblar. Mənim filmlərimə gəlib baxanlar adamlar nəyini oturub ağlayıb, ancaq 2 ayda buna bax, belə şeylər var. Fakt mən negativ yükləmişəm də cəmaata. O pozitiv yükləyib. Deməli o belə baxanda məndən bir baş yuxarıdır. Bəlkə də 10 baş yuxarıdır. Onların elədiyi iş. Mən belə fikirləşirəm. Qardaş, sən mənim fikrimi dəyişmək istəyən yox. Teatrdan zordur. Sirk yox. Sirkin başqa bir şeyi var ki, sirkə getməyə. Sirkdə mən oldum. Sirkdə heyvanlardan istifadə edirlər deyə. Mənə gəlir ki, o biraz qəddarlıq var orada. Fakt qəddarlıq var. Biz onu qıraqdan belə baxaq, sirk düsülük, okey. Orada heyvan yoxdur. Biz onu qəbul edirik. Mən ora gedib baxaram. Amma adi sirkə gələndə mənim ağlamağım gəlir. Mən həqiqətən də belə biraz var da məndə bilməm, biraz emosiyalara gedəndə görsən ki, ağlamaq tutur. Mən sirkə gedəndə mən sirk çəkirdim körpünün o tayında. Həqiqətən də ağlamalıdır. Başa düşürsən ki, bu heyvanlar doğrudan çox bir əziyyət çəkirlər. Mən sirkin əleyhinəyəm. O sirkin. Mən də bəyənmirəm sirki. Nə deyirsən sirklə nəyi? Sirklə teatr. Bu sirkin öz tamaşaçısı var. Onlar da emosiya bağışlayır. Klonlar emosiya bağışlayır. Klon neyinir ki adama? Bir baş üstündürlər. Niyə bir baş üstündülər? Sən özün dedin ki, bozbaş belə... Məndən. Səndən də bir mən özümü dedim, mən başqa kimi dedim. Teatrdan, okey də, yəni bunlar xoş emosiya bağışlayır. Teatrda hansısa bir tamaşa əgər mənə negativ emosiya bağışlayırsa, mənə elə gəlir ki, hardasa bu şeydə, bu bizim yaşadığımız kainatda bunlar daha, yəni bunların işığı daha gür yanır da, nəinki bizim işıq.
Ola bilər səhv edirəm. Mən belə fikirləşirəm. Ola bilər səhv fikirləşirəm. Bəlkə də səhv fikirləşirəm. Fakt olaraq qalır da, yəni bu insanlar bunu eləyiblər. Elə digərləri də vardı. Başqa o vaxtı komediya çəkənlər çox idi. Çünki hamısı elə o yolla getdilər də. Yəni Mənim komandamda işləyirlər uşaqlar. Uşaqlar mənim komandamda yox, birinci Xoxan çıxmışdı. Mənim komandamda uşaqlar da belə, yəni belə baxırdılar, dırnaq arası baxırdılar ki, Boğazbaşı nədir, zət belə elə. Demirəm, hamısı. Hə, nə oldu? Amma fakt mən çəkilişə gələndə mənim komandamın bir çoxu orada işləyirdi. Mən görürəm ki, bu adam konkret baxır və gülür. Və nə bilim, o ki qəhqəhə çəkib gülür. Əməlli başda oturub gülür də. Amma montaja girmişəm, əsgər oturub gülür. Əsgərə çox xoş idi onu yığmaq, həm o səhnələri bir də keçib, bir də baxım. Amma demirəm, əsgər belə düşünmürdü. Bir çoxu biz ora getməmişdən qabaq başqa cür fikirləşirdilər. Amma gəlib oraya düşəndə, sən oraya düşəndə, sən başa düşsən ki, burada sənin hansısa xoş emosiyalar gəlir. Mənim iş yoldaşım var idi, baxırdı o filmlərə. Yəni mən bir səncədə mən belə bir insanım ki, yəni hansı nə işsə bəyənməmək üçün, yəni məndə şey yoxdur ki, nəsə, bunlar hamı deyir ki, bu bozbaşdır, mən buna baxmıram. Yox, mən baxıb görmək istəyirəm ki, niyə görə bu bozbaşdır? Sırf bozbaş pikçəsinə getmir. Bozbaş pikçəsi söhbəti getmir. Niyə görə bu deyirlər ki, bu trek pisdir? Niyə görə bu kino pisdir? Gedib baxıram, kiməsə uymuram, kiməsə fikrinə uymuram heç vaxt. Gedib baxıram, özüm başa düşürəm, kimsə üçün başa düşmək istəyirəm. Niyə görə bunu eləyiblər? Nə üçün bunu eləyiblər? Məqsəd nədir? Və sonra özümə umuzluqluçen eləyirəm ki, bu nəsə mənlik deyil. Mən bunu bəyənmirəm. Və mənim iş yoldaşım Sən də bəyənmirsən? Bozbaşı? Hə. Güzlər, əlimi bu ürəyin üstünə dinən ki, heç birinizin bəyənməmişəm. Hamısı pisdir, hə? Kinoları deyəndə mən də Xoxan daha çox bəyənmişəm. Məsələn, ona baxanda. O da elə bir şeydir də, onun kimi bir şeydir. Mən üçün bəlkə də Elməddin, Fərdə başqaları onları daha çox bəyənmişəm. O yumoru mən daha çox sevirəm. Elməddinlə Fərdanın nəyi pisdir, bir dənə dinəndə, nəyi? Yox, Fərdanın Lübov kinosuna baxmışam. Ta Interpapadan, Toydan, onlar mənim üçün şedevr komediya sayılır. Amma Bozbaşı fəlakət obrazını sevmişəm, yalan deməyim. Fəlakət zordur. Fəlakət zordur. O qədər unikal obrazdır ki, nə yazsan əyninə deyir. Zordur. Unikaldır qardaş, harəsən falan. Mən gəl yükləyək Azər Aydəmirə, nə bilim, непонятно bir dənə obraz, yaz gələ bilər ona, gələ bilər. Amma fəlakət nə yazsan əyninədir. Nədirsə ağzından Lübo dediyi kəlmə gülməli səslənir. Çünki o obrazı, unikal obrazdır o. Ləhcələr üzərində nə olsun, ləhcə Azərbaycanındır da. Azərbaycanındır da. Nəyin pisdir? Bizim millətində. Mən necə olur Bakı ləhcəsi ilə danışanda rayonu gəlib mənə deyə bilər ki, bu nədir Bakı ləhcəsi, xoşuma gəlmir. Biz müxtəlif ləhcələrlə danışırlar da onlar. Yox, ləhcələr üzərində qurulan yumoru deyirəm mən. Söhbət ləhcələrdən getmir. Hə, ləhcə üzərində qurulsun da nəyə pisdir onun? Niyə pisdir də? Yox, zarafatı oturub ikidə belə, hamı gülür. Bu deyib də nəyə gülürsən? Bazara get, Vasimoy bazarda, səhər-səhər, saat 8-də. Görürsən də onları da. Bu da onları canlandırır. Mən gülürəm axı, bunlar danışığı budur. Mən necə gülüm insana? Bilirsən səndən, mən səndən Aya ilə danışıram ya da Nolofdur qaqa. İtsən mənə gülürsən. Mən deyəcəm niyə gülürsən mənə? Yumor onda deyil ki. Yumor situasiyadadır. Nə situasiyasıdır? Niyə sən öyle, bəlkə sən səhv qulaq asmısan ona? Onların yumoru bu o ləhcə ilə danışır, amma o düşdüyü vəziyyət yumoristik bir vəziyyətdir də. Yəni hansısa bir situativ komediyadır da, düzdür? Yəni o onlar ləhcəyə gülmürdülər ki. Amma belə filmlər çoxalırdı ya, yəni sən və sənin kimlər misal rejissor çəkdiyi filmlərə dəyər verilmir. Sənin pərdən çıxanda mənim yadımdadır nə baş verirdi. Cəmaət deyirdi ki, cəmaatın hansı bayçısı var. Güzgünü göstərib də. Emil güzgü göstərib. Nə olsun? Emil problemi yükləməyib. Emil problemi göstərib sadəcə. Amma cəmaət başladı ki, əxlaq anı zadı bu nədir? Elə şey var. Vaxt keçib mən başa düşürəm ki, onlar düz deyirdilər. Sen просто уже biraz смирился. Не смирился, нет, абсолютно. Mən sən sadəcə barışdın. Yox, nə ilə barışdın? Heç nə barışmır. Söhbət barışmaq getmir. Söhbət adekvat düşüncədən gedir. Mən başa düşürəm ki, vaxt keçib, dala qaytar. Mən başa düşürəm ki, mən bunu belə eləməzdim. Niyə? Eləməzdim də. Eləməzdim. Sən çox böyük təkan vermişsən o filmdən. Okey. Niyə eləməzdin? Bu hardasa fədakarlıq idi. Sırf bir yoxsa başa düşürəm. Mənim bu nümunə gətirmək bacarığım çox pisdir. Mən nümunə gətirmək bacarığım yaxşı olsa, inan sənə elə bir dəqiqə sübut eləyərdim ki, mən niyə görə belə düşünürəm və niyə görə bu səhvdir. Belə. Ümumiyyətlə 1 yoxsa 2 də, 3 də. Nə? Hamısı. Mənim janrım deyil. Mən istəməzdim o janrda işləyim. Janrı komediyaydı. Yox. Bax. Necə şaşan deyil? Sənin ilk filmlərin deyil. Eləsə mən əqrəb xoşuma gəlir. Yox, bəs niyə? Yəni pərdən niyə çəkmirsən sən janrın deyilsən? İmkanım ona çatırdı.
Yox, ssenari Demək başqa istədiyim o. eləyərdin də. Eləyə bilmirdim də. Ağlım o qədər kəsildi, imkanım da ona çatırdı. Başa düşürdüm ki, mən bu qiymətə yalnız 2 otaqda 3 aktyorla, ikisindən də xahiş minnətlə çəkə bilərəm. Çünki başqa yolum yox idi mənim. Belə gətirdi. Nəysə, indi deməli Janr nədir bəs? bax, təsir yoxdur. Nəsə demək istəyirsən, nəsə eləmək istəyirsən, düzdür? Çəkmək istəyirsən. Başdan çəkməyə, eksperimentlər eləməyə, xırda mən qısa filmlər çəkirəm. Mənim o qədər qısa metraj filmim var ki, heç baxmamısınız. Mən 2015-ci ilə qədər çoxlu qısa metraj filmlər çəkmişəm. Eksperiment üçün, öyrənmək üçün, kamera necə işləyir, bu kimdir, falan kəs kimdir. O ki, birinci filmi çəkəndə mən ümumiyyətlə orada heç kim idim. Hamı məndən gəlib soruşur, qardaş, siz kimsiniz? Mən deyirəm, mən bu filmi çəkirəm. Amma mən heç film çəkməyi bilmirəm ki, mən orada heç kiməm. Belə bir mənim təcrübəm də olub. Mən pul vermişəm ki, çəksinlər. Elə bir mən çəkirəm, nəsə belə bir şey. Sonra başladım qısa metraj filmə çəkməyə. Eksperimentlər eləyirdim, öyrənirdim və gəldim axırda ki, bir tam metraj film çəkim. İdeya gəldi, elədim, okey, getdik, bu yolu gedə. Təhsildə yoxdur axı, gedə öyrənirsən də, empirik biliklərdir hamısı. Təcrübə nəticəsində əldə etdiyim biliklər. Gəlib 2026-ya çatanda ya da 25-ni bilmirəm, son dövrlərdə başa düşmüşəm ki, mən əslində istədiyim janr məhəbbətdir. Məhəbbət filmi çəkmək istəmişəm. Niyə çəkməmisən deyək ki? Drama. Yox, çəkmirsən. Sən niyə çəkmirsən? Çünki heç kimə lazım deyil məhəbbət. Niyə ancaq Heç kim. Məhəbbət üçün heç Əgər kimə lazım mənim deyil. filmlərimə baxmırlarsa, inan ki, məhəbbətə ümumiyyətlə heç kim Yox, baxmayacaq. sən məhəbbəti göstərsən baxmayacaqlar. Yox, göstərsən baxacaqlar. Heç kimə lazım deyil. O deməkdir ki, məndə belə bir məhsul var. Bir oğlan bir qızı sevir, gözəl bir hekayədir, gəlin buna pul ayıraq. O riskə getmək istəyən adam yoxdur. Onu demək istəmək Ən kimə çox lazım satılan deyil. bir şeydir o. Bəli, amma heç kimə lazım deyil. Bugün dış-bış, detektiv və digər janrlar görsən ki, aktualdır Onu sən eləmisən də. artıq keçirilmiş bir yoldur və o yolu, yəni bu yol var da, bu cığır var da, mən niyə gedim özümü salım kola-kosa ki, gedim görüm burada nə O var? cığırı sən açmamısan? Mənim açdığım cığır başqa cığır idi. İndi o cığır Sonrakı cığıra təkan verən başqa adam idi. Getdik. Hə, o da mənim üçün eksperiment idi. Detektiv janrı necə idi? İctimai TV-yə rəhbəri bu insan əmin idi ki, bu işləyəcək. Aha. Və sağ olsun ki, bu yolu getdi mənlə. Doğrusu mənə inandı. Maliyyə ayırdılar, mən getdim. Düzdürmü? İctimai TV bunu elədi. Sonradan məlum oldu ki, mən səhvəm. Sən demə, onlar düz deyirmişlər ki, bu janr detektiv işləyəcək Azərbaycanda. Kimin ağlına gələrdi ki, 20-ci ildə mən o şeyə başlayanda mənim özümün belə inamım yox idi ki, kimdir yazır detektivə baxan? Biz çəkəndə böyük bir şübhə altında çəkirik ki, tək ki, yaxşı iş verək, gedər getməz daha bizim iş deyirlər. Biz yaxşı iş vermişik. Detektiv istəyiblər, biz gəlib komediya çəkib gətirib verməmişik də. Fakt bunu vermişik, gözəldir, yaxşıdır. Amma işlədi. Deməli, mən səhv idim. Mən səhv düşünürüm. Sonradan göstərir ki, təcrübə onu göstərir ki, həqiqətən də bu janr yaxşı gedir, bizdə baxılır və tamaşaçı inanır. İndi biz fikirləşirik ki, məsələn, bizdə Marvel tipli filmlər çəkilmir. Tutalım, bir nəfər insan əmələ gələcək, inanacaq, təsəvvür edirik, fantaziya edirik. Bir insan əmələ gəldi və o inandı, çəkdilər və işlədi. Onda da biz də oturub burada növbəti podkastda müzakirə edəcək ki, sən nə istəsən işləyə bilər, nə istəsən inanaram, amma buna inanmaram da məndə. Marvel-a inanmaq mümkün deyil. Mən körpü çəkmişəm də, körpü. O başqa janrdır da. O qısa təqribdən qabaq çıxıb. Körpü fantastikadır. Pis yaxşı amma işlədi. Gir bax gör kommentariyada kimsə yazıb ki, Azərbaycanda belə şey ola bilməz. Yox. Realizmə yaxın fantastikadır körpü. Yox, körpü Marvel deyil də, komiks deyil də. Yox, Marvel deyil də, okey, o da fantastikadır da. Fantastika, ruhlar var, ruhlarla işte. Fantastika, realizmə ruhlar var falan, bizdə biraz inancımız var, belə bir şey ki, ruhlar var, bu evdə ruhlar gəzir. O eksperiment amma yenə də millətə yaxın bir fantastikadır. Millət bu fantastikanı hiss eləyir. Ümumiyyətlə Marvel və komiksləri və falan bu tipli kino, bu fantastikanı belə də hiperbolik bir fantastikanı Amerikadan başqa heç kim çəkə bilməzdi. Və heç kim də çəkə bilmir hələ də. Ruslar nə qədər proba eləyirlər, oradan Hindistanlılar proba eləyir. Kitablar çoxdan eləyir. Denis Villeneuve'un çəkdiyi Pributiya filmi vardı. O haranın istehsalıdır? Pributiya şeyləndir. Aktrisan neydi o da? Daş gəlir. Daş gəlir, hə. O haranın istehsalıdır? Yox, o inoplanetli bir şeydir. O hardasa işləyə bilər. Yəni sən dediyin filmi Avstraliyada Mad Max çəkiblər də o vaxt apokalipsisi.
Sonra Apokalips İtaliyada çəkilmişdi, Western da İtaliyada çəkilmişdi. Rayon nömrə 8 var idi. Hə, Rayon nömrə 8 deyəsən Yuvarın filmi, Yuvarın Avstraliyanın. Ya o inoplanet DC Marvel Yox, bu dövrdə. inoplanet söhbət komiksdən gəlir. Sırf o Batman, Spider-Man, yəni bir Vaxon Spider-Man, yəni Vaxon Spider-Man ola bilər kimi bir şey Azərbaycanın ağlına gəlmir də. Yəni nəsə də sözümüz canı nədir? Sözümüz canı odur ki, bu yeni janrlara əl atmaq üçün bu işə inanan adamlar lazımdır. Əlbəttə. Ürəkli, mərd və fədakar insanlar lazımdır. Getsin, gəl yoxlayaq Bəkəmalındı. Bax, Balakişi Qasımov. Bu adam inandı, elədi və uğur da əldə elədi. Görün, Nibat çəkdiyi seriallar biri-birindən gözəl. Biri-birindən gözəl ha. Hamısı da partlayırdı. Maşallah. Görürsünüz, əladır da. Fakt zor. Yaxşıdır. Məhəbbətə heç kim bir şey vermir. İndi hələ ki də o da ola bilər olsun. Hələ nəsə var. İndi deyirəm, yəni mən nəyə deyirdim? Mən dediyim o idi ki, yəni mən bu dövr ərzində başa düşdüm ki, mənim istədiyim janr o deyil. Niyə? Çünki o qədər qısa filmlər çəkdim. Qısa, onlar hamısının içində bir məhəbbət var idi. Düzdür, bunlar hamısı reklam idi, biri nə bilim sosial çarx idi. Balaca qısa filmlərdir, 3 dəqiqə, 5 dəqiqə, 8 dəqiqəlik şeylər və onlara mən onlarda daha çox yəni insani mövzular idi. Yəni belə deyim də daha çox məhəbbət orada daha çox idi, nəinki digər işlərimdə. Və bunları çəkə-çəkə başa düşdüm ki, bax istədiyim budur. Çox maraqlıdır ki, niyə emirsiniz? Məhəbbət satılır bizdə. Satılır, Təxminə və zaur var da bizdə. Mən vaxt keçəcək bir yaxşı bir prodüseri əmin eləyəcəm ki, bu işləyəcək, gəlin bunu çəkək. Bir ölkənin təxminə və zauru varsa, yəni bu iş deməlidir də. Bax, o janrda, ondan sonra bəlkə mən özümə rejissor deyərəm. Hələ indiyə qədər demirəm. Doğrudan deməmişəm. Mən heç vaxt özümə demirəm rejissor demirəm. Mən utanıram o sözdən. Niyə? Utanıram yox, mən başa düşürəm ki, o böyük bir məsuliyyətdir, o böyük bir zirvədir. Mən ora hələ çatmağıma çox var. O ki, dünən kinoya başlayıb bu gün özünə biz elədik, biz rejissoruz. Mən bir nəfərin filminə gedib baxırdım. Səhnəyə çıxıb, mikrofonu götürüb, millət oturub. Birinci dəfədir nəsə çəkir bu adam. Onun birinci dediyi sözüdür ki, əziz qonaqlar, mən bunu bacardım. Allah haqqı durdum, getdim. Mən utandım. O boyda filmlərim var. O boyda mən bunu bacardım sözünü özümə sıxışdıra bilmərəm. Mən kiməm? Sən nə etmisən? Sən bacardın. Mən bunu bacardım. Özü elə dedi ki, indi mən düz deyib tam onun sözünü. O elə dedi ki, onu başa düşdüm ki, bu fakt özünü qaldırıb qoyub zirvəyə ki, rejissoram. Namiq Embrazers. Tanırdınız? Namiq Embrazers. Embrazers? Qrup var idi. Namiq qardaş, tanıyıram. O da rejissordur. Ümumiyyətlə bütün rejissorlara Allah şəfa versin. Nə bilim, yəqin kino industriya deyir pisdir, amma pul var deyən hamı keçəcək indi rejissor olmalı. Serial çəkmək istəyib. Görsən deyirəm də bizdə serial şey. Podkastdan bir şey çıxmış çəkincə. Reçivalisiya söhbəti gedəcək bizdə. Onu indi danışacağıq biraz. Bir də şey soruşmaq istədim, o həmişə. Əqrəb mövsümü True Detective-dir, yoxsa necə? Valla mən True Detective-ə baxmamışam. Allah haqqı baxmamışam. Niyə baxmamışam? Bilmirəm True Detective nədir. Mən baxmamışam. Niyə? Çünki mənim janrım deyil. Mənim xoşuma gələn film deyil. Mənim maraq dairəmdə deyil bu filmlər. Axırıncı dəfə hansı film baxmışam? Mən o seriallara heç birisinə baxmamışam. Nə True Detective, nə o Mindhunter-dır, nədir o baxmamışam. Mindhunter baxmamışam. Mənim janrım deyil. Mən baxıram sən nəyə? Mənim üçün ən mükəmməl film İndi qoy nə istəyirlər fikirləşsinlər. Fakt. Жизнь прекрасна. O pikdir. Bini. Yox, romantika deyil, bura. Bini. Romantika deyil. Dəhşətdir. Ona baxma olmur. Tragediyadır, bura. Baxırsan, başa ki, gör bu insanın nə qədər böyük qəlbi var ki, bu cür özü çəkilib, özü də çəkib. O da çətindir. İtaliyalı yahudilərə. Oscar necə alır o? Stulların içindən qaça-qaça gedir. O qədər səmimi insandır da. Bilmirəm indi həyatda necə, amma orada gördüyüm, mənə bəxş etdiyi o emosiyalar o idi ki, bu insan çox mehriban insandır və bu illər boyu doğrudan bir şeyə gəlib çatmışam ki, yaxşı, pis insan yaxşıya çəkə bilməz, yaza da bilməz. Pauza verdik, getdim çay süzdüm özümə, getdim otağa, qoy deyim. Gəlmişəm otağa, yaxınlaşıb bir nəfər bizimkidən. Deyir ki, sən niyə deyir, səmimi demirsən, bayaqdan dediyi. Nəyi məsəl üçün? Deyir ki, bax, kişi kimindən də sən elə fikirləşmirsən axı, mənə deyir. Deyirəm, nəyi? Ki, məsələn, bayaqdan bozbaşının teması, belə bunun adını qoyaq bozbaş. Ki, sən elə fikirləşmirsən axı. Sən fikirləşsən ki, doğrudan da o pisdir, amma orada yalandan
nə bilim kimləsə araba öyrənmək üçün deyirsən. İndi yenə də qayıdıb deyirəm ki, mən həqiqətən də səmimi qəlbdən fikirləşirəm ki, bozbaş pis deyil. Vallah pis deyil mənim üçün və bir çox minlərlə insan üçün pis deyil. Hətta milyonlar. İmran nə qədər onları söydü, nə kimlər onları söymədi, nələr demədilər. O onların şəxsi fikridir. Və ona baxan tamaşaçılar, onu dəstəkləyən tamaşaçılar, okey, qoy onlar desinlər ki, o pisdir. Amma bir çox insanlar içimən qarışıq, ona baxıb gülürük. Eynən də Üzeyrə qarşı dediklərim. Mən həqiqətən də fikirləşirəm ki, bu insanın elədiyi iş yaxşıdır. Sənin üçün pisdir, okey. Bir çox üçün pisdir, okey. Amma 300 milyon adam ona qulaq asırsa, Türkiyədə hansısa kafelərdə ona qulaq asırlarsa, biz ona pis deyə bilmərik. Bu paxıllıqdan başqa bir şey deyil. Paxıllıq. Bəli. Bəzi müğənniləri yox, sizin yox, sənə aidiyyəti yoxdur. Bəzi müğənnilərin onun çatdığı zirvəyə çata bilməyən adamların ona qarşı olan paxıllığından başqa bir şey deyil. Mən məsələn Üzeyrinə heç bir aram yoxdur. Mən Üzeyrinə bir mahnı istədim, onu da vermədi. Mən istədim onun filmdə istifadə edim, vermədi. Vermədi də düz istəmirəm. Yəqin ki, rəşkibəkəm lağa qoyacaq, neynəcək, amma fakt elə deyil də. Mən istədim onu istifadə edim, mənim filmimin o hissəsinə otururdu. Mən burada tək olmuşum filmdə işlətmək istəyirdim, qoymadım. Okey, amma yəni mən o insana qarşı ümumiyyətlə kin saxlanmıram, ümumiyyətlə heç kimə qarşı kin saxlamıram. Bir müddət saxlayırdım, sonra başa düşdüm ki, boş vaxt itkisidir, o mənim enerjimi alır. Mən niyə görə kiməsə kin saxlamalıyam. Ona görə kin söhbətini də başım buraxdım. Getdim dənizdə ayaq yalındım. Normaldır, hə, getdim dənizdə ayaq yalın gəldim. Mən burada tək olmuşam o şeydir, nədən uşaq olmur söhbətidir. Orada hansı yerdə Üzeyri hansı gedərdi? Kafedə. Hə, Orada kafedə gedirdi, hə, otururdu orada. Mən istəyirdim. Bir də ki, əvvəldə. Yəni də lağ kimi çıxırdı. Lağ deyildi. O kafeyə uyğun idi. O kafenin atmosferinə uyğun idi. Yəni ki, imin o kafelərdə Mən onu müasir Azərbaycan kafesinə qoya bilməzdim axı. Hansısa bir indi bu kafeteriyada. Amma pis də olmazdı. Niyə də yox? Bax ora nə qədər xarici insanlar gəlir. Düzdür. Onlar türklər də gəlir, nə Özbək də gəlir, Qazax da, Qırğız da gəlir. Onlar qulaq asırlar. Onlar fakt onu eşidiblər öz ölkələrində. Burada gəlib onu niyə eşitmirlər? Bu bir də mahnı var deyə yada düşür. Mən universitetdə oxuyanda bizimlə Moldavanlar oxuyurdu. Moldavya, Rumıniya yaxındır onlar. Həm mədəniyyət, həm hər bir şey. Bir də o vaxt yada düşür, diskoteka mahnısı var idi. Diskoteka dvate, nəsə belə bir şey. Tusame Dulce Fate. Bax, o mahnı, mən onu universitetdə qoyub qulaq asırdım. Çünki bizim dövrümüzdə o çox gözəl belə hamı ona qulaq asırdı. Disko, partizani var idi. O mahnıları biz universitetə qoyanda bizim Moldavanlar deyir, ay sən onu söndür, onu biabırçılıqdır, neynirsən? Bu qıcı mahnısı, onlar üçün qıcı mahnısı idi. Amma biz ona qulaq asırdıq. Gəl söndür bütün o dili başa düşmə qabiliyyətini söndür, sırf emosiyalara üstünlük ver və hiss elə də onu. Hiss edirsən, axı oturur da bu Zəhrimarın oxuduğu mahnı. Oturur da fakt yatır da adama yağ kimi yayılır da ürəyə və sənin. Oturur da otursun da mən özümdən həmişə danışıram da. Məndən məsəl üçün zordur da, oturur da. İtaliyada trend olmuşdu amma mənə oturmur. Oturur. Sənə oturmur yox, okeydir, sənə oturmur, yaxşıdır. Məndə alınmır da, yəni vallahi. Sən də, hə? Əziz çənəçilər və çənənin qonaqları, Content TV kanalına abunə olmağı unutmayın. Mən Üzeyir xoşuma gəlir. Sağ ol, sən qardaşlar. Mənim xoşuma gəlir çünki Mən mən vallahi inan Allah ki, illa bir dəfə eşitmərəm, amma mən prosta o faktı deyirəm. Fakt elədir. Məsələn, niyə görə belə oldu? Mənə bu çox maraqlıdır ki. Niyə görə biz Azərbaycanlıyıq? Ona görə o da çox elə maraqlıdır oldu. bu perixod necə oldu? Çünki o perixodu Kimlər oldu? Məsəl üçün bizim yəni biz show biznesi götürsək və ümumiyyətlə musiqi kulturamızı götürsək biz, yəni mən öz uşaqlığım deyir 90-cı ildən bu Üzeyir dalğası, Üzeyir tipli müğənnilərin dalğası 2005-dən sonra yavaş-yavaş peyda olmağa başladı da. Ona qabaq bizdə R&B, soul, jazz, muğamla qarışıq falan o bu belə də daha çox belə də demirəm xarici tərzində, amma dünyanın qəbul etdiyi bütün tərzlərdə musiqilər var idi və bizim köhnə show biznesi mahnılarına baxırsan ki, adama xoş gəlib Sevdə Əkbərzadənin Xoseynə Fitnə qulaq asırsan, nə bilim Röyanın mahnılarına qulaq asırsan, köhnə mahnılarına, tamam Həbibini qulaq asırsan. Yəni baxırsan ki, deyirsən ki, necə bomba günlərimiz var idi, necə bomba sənətimiz var idi. Amma sonra həmin o dalğa müğənnilər gəldi ki, hansı ki mən başa düşürəm, onlar da boş-boşuna bunu göstərmədilər. Onlar çünki o kütləni görüblər yəqin ki, biliblər ki, bu kütləyə bu mahnılar lazımdır. Onlara Natavan Həbbinin treki lazım deyil, onlara bu tipli mahnılar lazımdır. Gəl biz də bunu eləyək, bundan pul qazanaq. Məsələn də deyirəm də, indi heç kimə şamil etmirəm, sadəcə fərziyyədir bu. Və onlar bunu eləyirlər və onlardan sonra gələn bütün müğənnilərin pokoleniyası getdi
getdikcə daha pisləşirdi və indi trenddə olan mahnının ilk sözləri atışmamış, yanmamış. O ujusdur. Mən ona qulaq Niyə asmıram. o ujusdur? Sümüyə yatmır. Yox. Ay çini, çaydan qəti. çini, sümüyə yatmır. Yox, yatmır. Toyda qoyurlar, bisincə oynayırlar Okey, onu. oynayırlar. Biz onu mən indi danışmaq istəmirəm. Niyə danışmaq istəmirəm? Çünki okeydə var bu bir reallıqdır və biz ondan barışmalıyıq. Bizim musiqimiz o vaxtki musiqilər var idi. Mən prosta indi bilmirəm, bəlkə suala heç cavab deyil. Prosta bayaqdan danışda mən də fikirləşirəm ki, mən əvvəl atamın qulaq asdığı mahnılara gülürdüm. Amma indi başa düşürəm ki, doğrudan da o mahnıların başqa bir enerjisi var. Yəni möhtəşəm səviyyədə bir mahnılar. Muğam da var içində, nə bilim, saz da var, hər şey var da, yəni. Başa düşürəm ki, doğrudan da bu bir başqa bir dünyadır. Mən bir dəfə indi təzəlikcə İlham Əquliyevin mahnılarına indi son vaxtda daha çox, yəni rastıma çıxır, qulaq asıram. Başa düşürəm ki, o emosiyalar var. Hansısa bir emosiya mənə bağışlayır da. Bir dənə komment var idi orada, dəhşət yazmışdı. Deyir ki, vaxt var idi. Atam qoşanda deyir, mən otaqdan çıxır, məsələn, bağışla bizi deyir İlham xanım. Belə bir şey yazmışdı. O doğrudan başa düşürəm ki, mən də elə idim də. Mənə gələndə atam görüm ki, Çiçək yaxşı pik mahnıdır. Deyəsən Çiçək mahnıdır, yaxşı. Adı belə idi. Çox əla mahnıdır bu. Yəni İlham Əquliyeva həqiqətən çox əla trekləri var. Çox müğənnilərimiz var idi ki, mən vaxt baxırdım, qulaq asırdım, demək bu nədir? Uluyur. Bax belə fikirləşirdi. Amma indi başa düşürsən ki, mən yenə də nə gözəl olub. Mənim anam Viktor Tsoya qulaq asırdı. Mən o musiqi ilə böyümüşəm. Yəni uşaqlıqdan o musiqini görmüşəm. Papam da Chris Rea ilə Metallica-ya qulaq asırdı. Bu tərəfdən də bu musiqi. Yəni mənim şansım yox idi ki, yəni mən nəsə başqa şeyə qulaq asım və mən onları bəyənib qulaq asırdım. Mən nəyə qulaq asırdım 2000-ci illərdə? Mən qulaq asırdım Ruki Verxa. Mən qulaq asırdım 140 udarov minutu. Mən qulaq asırdım. Ruki Verxa deyirsən sən? Yox. Ruki bayağı mahnısı. Deyən qaydacıq Ruki Verxa. Mən Viktor Tsoya da qulaq asırdım. Mən qulaq asırdım Vysotskiyə qulaq asırdım. Mən Agutinə. Boy, səsliyə qoymuşam ki. Agutinə qulaq asırdım. Agutinə qulaq asmırdım. Yox, Leontivə qulaq asırdım. Leontiv də alaydı. Yəni o və onun kimi bir çox müğənnilərə qulaq asırdım. Amma o janr çoxluğu mənə mane olmadı ki, mən niyəsə bayaq sadaladığım mahnılarda qulaq asım. Mən yenə deyirəm ki, heç kəs zövqlü və heç kəsin elə borcu bir yoxdur ki, mən bunu qulaq asmalıyam, yoxsa mən yəni pis insanam, mən zövqsüz insanam. Amma indi özümü məcbur edirəm. Sən məcbur edirsən. İndi özümü məcbur edirəm ki, klassikaya qulaq asım. Musiqi elə şey necə məcbur? Mən çox maraqlısan, necə məcbur edirsən? Mən özümü bəzən məcbur edirəm ki, bəzi replərə qulaq asım, çünki mənim işim oradan çıxır. Oturam məcbur hansısa bir reperin 20 trekli albomuna qulaq asıram, məcbur. Çünki sabah mən onun haqqında danışacağam, bilimdə nə danışım haqqında. Kinolar da elədi, məcbur oturub baxırdım. Yox, ancaq musiqidə də. Yox, kinoya musiqidə yox, kinoya amma həqiqətən də həvəsim var idi, oturub baxırdım ki. Mən hələ də kinoya, mən məsəl üçün işlə əlaqədar son zamanlar həyat yoldaşım sağ olsun, onun sayəsində yenə qayıtdım kinolara və seriallara baxıram. Serialı da çox xoşlamıram əslində mən. Yəni mən baxdığım serial, mən Soprano-nu 4-cü dəfə baxıram, çünki çox bəyənirəm onu. O Soprano mən həyatımın sonuna kimi, yəni hər il 1-2 dəfə baxacağam da ona. 8 sezonda 7 sezon belə bir şeydir. Yəni serial çox da bəyənmirəm, amma filmləri mən bir ara belə oldu ki, 2 il hardasa mən özümdə yəni bilmədən fasilə elədim ki, yəni mən kinolara baxmırdım. Vaxtım yox idi oturum və mən özümü çox pis hiss elirdim. Həqiqətən mən kinosuz qalanda özümü çox pis hiss elirdim. Detin İBS kinosuna baxmısan? Ya. Hə? Səma uşaqlar. Pik film. Nə bilim, dəhşətdir. Yəni gör nə qədər böyük qəlbi var ki o insanın, o bu cür filmi çəkib. Detin İBS pik filmdir. Doğrudan da pik filmdir. Amma Netflix nəcəb heç vaxt o valmaya qayıtmama. Nə bilim. Heç baxmamısınız seriallara. Baxmışam mən seriallara, baxmışam. Mən Netflixə nəyə baxmışam? Görüm hamı danışır. Oturdum, baxdım. Sonra peşman oldum. Mən niyə buna baxdım? Bumajdan doma? Yox, Parazitə baxmışam. Demədim Parazitə. Belə də. Sən kimi Oscar baxmışam, bilməm platforma onların yoxsa yox. Platformaya da baxmışam. Platforma yaxşıdır, mən razıyam. Sən kimi Oscar verdin həmin il? Joker yoxsa Parazitə? Mən Jokerə baxmamışam. Onda heç bir şey. Baxmamışam. Xoşuma gəldi. Mən Joker üçün Heath Ledger idi.
möhtəşəm. Scorsese başqa Joker göstərdi də. Bilirəm, amma Heath Ledger mənim üçün pik idi. 7 dəfə kinoteatrda olmuşam. Kinoteatrda Bəyəm- zəhləm gedir. Mən kinoteatrda filmlərə baxa bilmirəm. Niyə? Mənim üçün film çox intim bir şeydir. Mən onu təklikdə baxmalıyam ya da evdə oturmalıyam, maksimum həyat yoldaşımla baxmalıyam bunu. Əvvəllər mən həmişə tək otağımı bağlayırdım, qoşurdum notebooku, kolonkalarımı qoşurdum ora, çünki səs yaxşı olmalıdır həmişə. Kolonkaları qoşurdum, siqaret, nə bilim, çay, kofe, nə sürdüm, oturub baxırdım. Və fərqi yoxdur hansı film, yəni 3 saatlıq, 4 saatlıq, həm 2 saatlıq fərqi yoxdur. Hamısına tam oturub baxırdım. Məndə skip yoxdur, yəni oturum telefonda oyun yox. Ancaq kinoya fokuslanıram. Kinoteatr dalımda, kinoteatrda kimsə uşaq gətirib. Jokerin filmində yadımdadır, kimsə uşaqla gəlib. Sən bu Jokerin filminə necə uşaq gətirəsən? Başa düşürəm ki, bəlkə də kimlə saxlamam. Gəlmədi kinoya da. Yəni orada əziyyət çəkdim. Amma mən 7 dəfə kinoda olmuşam, onun 4 dəfəsi mən Jokerə getdim. Ayrı-ayrı yoxsa eyni günə? Eyni gün. Niyə də? O qədər bəyəndim. Hə, bəyəndiniz? Hə. O qədər bəyəndim o filmi mən. Ayrı-ayrı kampanyalarla gedirdim baxmağa da. Gedidilər dedi ki, hə, mən də gedirəm. Sonra getdim, evdə də 3 dəfə baxdım onu. Oje piratski versiyası çıxanda evdə də 3 dəfə baxdım onu. Bayaqki rejissorlar qaldı. Biri deməmişdim. Hə. Bax, son vaxtlar yaxşı filmlər, seriallar çəkirlər. Məsələn, Elvin Üstəmzadə çəkir. Hə. Qulu Əsgərov çəkir. Elvin Üstəmzadə. Fakt yaxşı çəkirlər. İndi onun filmi çıxır, 4-cüdür var. O serialdır, hə. Serial çıxmalıdır. Filmi də var, seriallar da var. Gözləyirəm onu. Qısa metraj Dostum filmlər də çəkir, var. baxın. Yaxşıdır da fakt. Yaxşı pis. Mənim dostumun işləyir, deyir ki, yəni Qulu Əsgərovun da çəkdiyi filmdə o. çox pik rejissordur o. Mikrorayon serialı. Aa. Biz bundan sonra nə çəkirik çəkək, biz yox, hamı. Nə çəkir çəksin, onların uğruna heç kim vura bilməyəcək. Heç kim. Əlbəttə bu fiziki olaraq bu mümkün artıq deyil. tarixdir bu. Tarixdir. Bu artıq danılmaz faktdır və biz ha gedə çəkək, 100 dəfə çəkək, onu keçənməyəcək. Baxdım da, oturdum baxdım. Yəni Allaha yox. Baxmışam, oradan baxmışam. Hamı tərifləyir, hamı bəyənir. Orada gənc aktyorlar məni çox şey. Mən şeyə şoka baxmamışam, saldı. heç Slow Paçanaya baxmamışam. Yox, Slow Paçana heç nə yox idi orada. Birinci seriyada kadrları Niyə baxmamışam? O demək ki, pisdir. Mənim janrım deyil. Xoşuma gəlmir də qardaş. Filmlər Özüm romantika çəkdiyim də xoşlamırsan xoşuma. da. Yox, özüm çəkdiyim də xoşuma gəlmir. Yox, mənim janrım deyil. O ölüm, itim, zat mənim janrım deyil. Xoşuma gəlmir. Mən məhəbbət filmlərinə hə baxaram. Mən əksinə, məhəbbət filmləri pisəncə deyil. Bilmirəm də budur da indi Çox fake gəlmir sənə məhəbbət filmləri. fake. Elə sevgi olmur axı dünyada. Niyə olmur? Olur. Olmur. Bax, görsən- O sevgi xoşbəxtliyə aparmır. Yox. Filmlərdə olan sevgi xoşbəxtliyə aparmır. Mənə elə gəlir ki, Frankie Johnny-yə baxmısan? Frankie Johnny. Al Pacino'la Michelle Yox. Pfeiffer. Frankie Johnny. Frankie and Johnny. Evet. Bax bu məhəbbət filmi pikdir. Çünki orada bıtavuxanı göstərirlər və göstərir ki, əslində romantika, yəni kinodan ibarət deyil. Düzdür, o da kinodur, amma onlar elə bu bir paranın içində olan mübahisəni də göstərdilər. Pisəncə bıtavuxum, sən bu stəkanı bura niyə qoymursan? Mikhail Haneke'nin Lyubov filmi. Yox. Bax. Yaxşı, mütləq. Mikhail Haneke'nin Lyubov. O dəhşət filmdir. O məhəbbət haqqında həm yox, amma bu dəhşət bir şeydir. Ağırdır. Nasıl ağır? Mən həyat yoldaşım. Belə məhəbbət filmi Quza yox. salırsan məni bu sənin öz filmləri ilə mən ömür boyu yox ki, kinolara baxırdım. Yox Sən ki, bəs mən Vanilla niyə baya baxmısan? Nə baxışırdı? Qəşəng filmdir. Gorod Angelov gözəl filmdir də. Gordan Prikon filmi yaxşıdır. Gordan qəşəng filmdir. Gordan Vanilla boyu xoşuma gəlir. Vanilla niyə pisdir? Axı yaxşıdır. Məsələn, Vanilla. Krasotka filminə baxmısan? O pikdir. Amma mən komediya kimi baxıram ona. Yaxşı filmdir axı. O bomba komediyadır. Romantik komediyadır. Zor da romantik komediya yaxşı da film. Mənim üçün bax məhəbbət filminin piki Dinən. Куда приводит мечты? Если ты не смотрел, ты очень многое потерял. Kimdir? Orada kim çəkilir? Orada bizim depressiv özünə sui-qəsd edən aktyorumuz Robbie Williams. Deyən kuda. Приводит мечты. Dəhşət möhtəşəm filmdir. Adı ölür şey olur, ruh olur zat. Gedir ora, ha. Ha, bax elə əlbəttə baxmışam. Arabanın da azı gedir. Amma mən nə qədər ağlamam, o kinoya baxmaq olar. Belə kino deyil, elə bir terapiyadır. Sonra ki, mən niyə bəyənmirəm detektivləri və s. Kuda privatmişdi. Amma maraqlı sevgi. Gör nə gözəl, gör sənə nə qədər emosiya bağışladı o. Amma mən bilirəm ki, bu fake-dir də. Ha, nəyi fake-dir? Yox, fake deyil. Sənin başı o hadisə gəlsək, sən getməzdin ora. Gedərdim. Şöyle, salam əleyküm. Çünki mən də belə filmlərə baxıb uyumuşam da. Uyumamsan, səndə o təbiətdən verilən instinktlər oyanır. Kuda privatmişdim mən. Uşaqlıqda da ağlamışam, böyüyəndə baxdım, ağladım. Sonra nə bilim 30 yaşım olanda baxdım, ağladım. Yəni ağlamaq istəyəndə o kinoya baxıram. Brat bir dənə bax, brat. Valla. Borcların yadımdan çıxacaq. Kuda privatmişdi. Bir dənə o filmə bax.
Görə öz həmin o səhvi də getdi elədiyi həyatda. Bizim bir dənə rubrikamız var. O yoxsa bu məşhur rep rubrikası. Etməyək də. Gəl edək. Seçim etməli. Subyekt reperlər incimir. Mən mənim şey yoxdur. Rejissorlar deyil. Mən açığı, yəni fikrim nəsə onu deyirəm həmişə. İncisin, inciməsin. Mən onu Məncə seçimi çoxsun tanımayacaqsan. Hə, çox güman. Məsələn mən tanımıram. Demək olar ki, əksəriyyətini tanımıram. Köhnələrdən soldur da. Mümkünlər olacaq da. O gedək də. Könüllüdə o qədər çox adam yoxdur, maksimum 4-5 nəfərdir. Hə. Hamısı da yaxşı idi. Hamısı yaxşı idi. Əzbər bilirik. Hətta görmüsən müasir replərin hansını əzbər bilirsən? Çoxsun. Çünki biz Əzbər. Mən əzbərlə problemim var. Mən könüllərini də əzbərləyirəm. Maksimum bir kuplet əzbər bilirəm. Əzbər bildiyin, hamının əzbər bildiyi nə siz adlandırın, rep deyin, deməyin şeydir. köpədə. Keyf elə. Hamı bilir. Hə. Ancaq nəqarətin. Hamı Namiq Qaraçuxurluğun rəvayətini bilir. Hamı bilir. Çünki bir nöqtə var idi. Alternativ yox idi. Biz deyil Namiq Qaraçuxurlu. Pükdür. Namiq Qaraçuxurlu Karoldur. Salam əleykum. Yaxşı ki, yaxşı göndərsən. Ay sağ ol. Fakt budur da. Cinin bu mahnısı var, buludda. Hamı bilir. Cin də gəlmişdi bizə qonaqsa. Çünki energetikası yaxşıdır. Regi ümumiyyətlə çox vaxt işləyir. Prosta çətindir. Düzgün istifadə edəndə 100%. işləyir. Hə. Həm Həm də ki, onu oxuyan insanın energetikasından çox şey asılıdır. bəli, onun cindən başqa bir şey kim oxsaydı tutmayacaqdı. Burada sən, məsələn, Dimash var da bugün. Dimash çox adam onun yad planeti deyir də. Fakt bu adamın səsi dəhşətlidir. Yəni bu bütün oktavalar var da bunda. İma Sumakan eləyə bilmədiyini bu eləyir də fakt bu adam. Bütün səslər var. O Plava Laguna'da bizdə 3-4 nəfər adam oxuyub da eyni o bir mahnı. Bu tək başına onu ifa eləyə bilir. Yəni bu adam kosmik bir adamdır. Amma fakt energetikası o deyil də. Heç nə deyirəm mən. Heç nə də eləyə bilməyəcək. Çünki o adam onda var, amma o düz energetikası yoxdur. Bizim O Nur Hüseynovda da var, o fişka var idi. var. Və səndə o, amma bu adamı görürsən ki, Namiq Qaraçuxurun səsi heç onun Dimaşın səsi ilə yanbayan durulası da deyil, düzdür. Amma Namiqi biz qulaq asırıq. İndi bir də öz çərçivəmizdə Azərbaycan çərçivəsində deyirəm ha. Bizdə vid də rol oynayır. Biraz Turetski Parinzad oldu. Bizdə də Qaraqanzad da var da o siyahıda. Onda da ayrı bir aparırsan. Təkcə səs deyil. Sualları. Təkcə səs deyil. O deyirəm biraz Turetski qaqaş oldu. Ya da Turetski xanım. Son vaxtda uşaqlar hamısı belə görsən bığ saqqal saxlayırlar. Yo, ümumiyyətlə mən sənə söz deyim, bizə çox şey var ki, səsi olanları qabağa səs vacib deyil. Səs vacibdir, amma səs əsas faktor deyil. Əsas faktor ifaçının tərzidir, stylıdır. O necə bunu göstərir, o özünü necə ifadə eləyə bilir həmin o səsi ilə. Onda sən qayıdırsan üzrə də. Darıxırsınız hə? Darıxırlarsa tamaşaçılar baxmayacaq bundan sonra. Davay Anekdot var idi Darxanı. Burada işim darıxmaz. Bizim bir rubrikamız var Emil. O yoxsa bu, burada reperlərin adını çəkəcəm. Sən də öz seçimini eləyərsən. Tanımadığın adam məndən soruşa bilərsən. Hə, gedək. Okay. Okaber yoxsa Pastor? Hansı meyarlara görə seçməliyəm mən onları? Kimə daha çox qulaq asırsan? Heç birisinə. Yox, məsələn, Hərəsinin bir damasına qulaq asmısan, çoxsa. Qulaq asmışam bəli. Kimə daha çox bəyənmirsən məsələn? Vallahi bu mənim janrım deyil. O Kaberində yaxşı mahnıları var. Pastorun da var. Minlərlə adam onlara Sən adamları eləyir. Mən necə deyim? Mən yox, mən heç birisini bilmirəm axı. Vallahi hə, yəni bu belə. Amma dramdır sənin üçün. Yox, dram deyil, prosta mənim janrım deyil, amma yəni hər ikisində kifayət qədər kütləsi var. Yəni mənim heç bir kütləm olmayıb, heç bəlkə də heç vaxt olmayacaq. Amma bu adamların var. Amma mənim janrım deyil. Bilmirəm. Dərman yoxsa Seybu? Dəyirman. Dərman. Hamısını tanıyıram, hamısından dostum. Burada yaşaydı, mən o birisini tanımıram açığı. O mənim səhvimdir yəqin. Ekspert yoxsa Hüseyn Dərya? Hüseyn Dərya. Amma eksperti də belə uzaqdan tanıyıram. Düz şəxs tanışlığım yoxdur. Hüseyn Dərya. Prometey yoxsa Eldar Savaş? Prometey. Eldar Savaş tanımıram. No school'dur tanımırsan. Onu da tanımıram. Amma Prometeyni tanıyıram. Bizə o qədər kömək eləyib.
Hamıya kömək elədi bizdən başqa. Amma mən Prometenin bir dənə mahnısını bilmirəm. Xoşbəxt adamsınız. Şəxsi münasibətim var, yaxşı olandı. Səbəb belə Ona tanıyıram. görə də çox istəyirsiniz. Çox istəyirəm ona. Yaxşı olan. Da fakt yaxşı da qalır. Yox. Ya bu rubrika mənası yoxdur. Mən onu tanıyıram, amma şəxsi münasibətim var. O birisi də qardaş tanımıram, ola bilər o da yəni. Bəs bu çəkdiklərinizin içində ən birinci hansını qoyardınız? Mənim üçün maraqlıdır. Pərdədən tutmuş tilova qədər. Hansını qoyardım qabağa? Birinci pərdəni. Birinci pərdəni niyə ki daha yaxşı deyil idi? Nə olsun? Bir əziyyəti bir Daha yaxşıdır kimin üçün? Mənim üçün soruşmursunuz, məndə pərdə birdir. Nə olsun, tamaşaçı onu bəyənib, ikini okey bəyənsin də. Mənim üçün bir. Bir də daha çox entuziazm var idi. İkide də var idi, az deyildi, amma Birinci daha bizdə böyle bilmirəm də saniyəli biraz belə yaxın idi mənə. Bəzi şeylər var idi ki, onu demək istəmirəm, fakt. Bir daha yaxın idi. Yəni seriallardan da daha çox. Bəli. 100%. Bir. Bu da Amma yenə də keçmişə qayıtsaydım onu çəkməzdim. səbəbini demədin də sən, niyə çəkməzdin onu? Çəkməzdim də. Elə dramaya inanıb drama ilə gedərdim. Drama eləmişəm də onsuz. Əksəriyyəti Hayır, drama drama. oldu. Detektivlər də drama. demək istəyirdin. Hə, o mənim drama. Məhəbbətlə. Mən belə də. Şu da rubrikamızda Qayıdaq yenə bozbaşa. Qayıdaq bozbaşa. Bozbaş lap qəşəngdir, lap superdir. Mayakovat Suavover. Çox sağ olun ki, bizə gəldin. Bizə vaxt ayırdın. Çoxdan da sən podkastda da çıxmırdın. Səni çoxdan çağırmaq istəyirdim əslində. Podkastlara getmirəm də. Düz eləyirsən. Başqa podkastlara gəlmir, ancaq çənəyə gəlin. Gələn podkasta baxıram, görürəm neçə vaxt bunlar fəaliyyət göstərir. Görürəm ki, məsələn 10-cu, 5-ci buraxılışdı, bayaqdan düşür. Onda getmirəm. Başa düşürəm ki, var. davamlı Bir sabah proyektə. bağlanacaqlar. Hə, nəyə gedim ora? Biz qocayıq da ojada. Biz söhbətkar, Qocaman sonra kim? şairlər. Antaklosku. Antaklosku var, hə, onlar da. Baxırsan onlara. Yox, bir ikisindən baxmışam, Elmətdinə baxmışam. Amma qısaca Elmətdinlə olan ən belə büdrəyən vıpusqalarından biridir. Mən məsələn Elmətdinlə daha başqa şeylər gözləyirdim. Nə? Yəni daha bol söhbətlər ola bilərdi də orada. Prosta yəni bir dənə Saska reklamından çox getdi. Mən Elmətdinin yəni bacanaqlar zət fanatı olmuşam. Mənim üçün xoşuma gəlir. Fərdad Elmətdindir. Nədir, nə olub, niyə pisdir? Yo prosta o O üzün çevirir. O baxmayıb prosta onlara. Elmətdin bir daha verilişi var idi, ya da şu veriliş apardı. Gör necə unikal şeylərdir. Deyir ki, Espander verdi ona o birisi. Yanında işləyib Espander saxlaya Şükran idi da bu sənə. Belçi bağlayır. Deyir, mənim verilişləri mən belə edirəm. Fakt o adam orada utdu. O bomba söhbət. Yox, Elmətdin utdu. 100%. Gör bu adamın beyni necə yaxşı işləyir ki, o bir Sizə dəqiqənin Zakatovka içində... deyil idi. Yox, mən inanmıram. Yox, Yox. Elmətdin yalan danışanda sonra hiss olunur ki, bu adam yalan danışır. Biz Yo, amma o verişdə hər dəfə bilmirəm, bəlkə bir dənə ona baxmısınız, amma hər dəfə belə bir Zakatovkalar alırdı qonaqlar. Oradan. Siz aldatdı sən. Hər halda əgər o Zakatovka var idisə, məni. biz Am bomba Zagatovkadır. onun qarşısındakı şəxsi görmüşük və bilirik ki, fakt bu adam onu uduzub. Düzdür, hər məntiqə. Hansı məntiqə əsaslansaq, o onu udub. Hə də əlbəttə. Udubsa, mənə gəlir ki, o vəd etdiyi uduşu verməli idi ona. Verdik sizə. Yox, əlbəttə Zakatovka olduğuna görə də uduşa Onda almadı. gələ elə Zakatovka eləməzdilər. Elmətdin bizi alladıbsa, mən o tora Ümumiyyətlə o düşmüşəm. verişin deyirəm də birinə baxmısan da, bir 5-də, 10-da hamısında qonaqla belə bir Zakatovkalar var idi. Birində şeir zad deyirdilər bir-birinə. Amma Elmətdin zordur. 100%. Hamısı zordur. Hamısı zordur. Pis yoxdur. Yoxdur. Hamısı zordur. Bəli. Hər şeydə Dünya var. çəhrayı atlardan ibarətdir. Öpürəm Yox. sizi. Siz çənəyə baxırdınız. Sağ olun. Çənə Görüşərik. baxırdı. Bəli, arada kinoda baxın. Sağ olun.